Salam uşaqlar. Bugün sizlərlə trigonometrik funksiyalar üçün toplama teoremi olan bölmənin izahına baxırıq. Yarımbaşlığımız isə iki bucağın cəmi və fərqinin trigonometrik funksiyaları adlanır. Gəlin birinci sualdan vaxt itirmədən başlayaq. Uşaqlar, onu da deyim ki, əgər testləri başa düşmək istəyirsinizsə, sizə rahat gəlməsini istəyirsə, ilk öncə gedib toplama düsturlarını əzbərləməlisiniz. Toplama düsturlarını əgər əzbər bilsəniz, bu zaman düsturların tətbiqi də sizin üçün rahat olar. İlk öncə düsturları əzbərləyin, daha sonra testlərin izahına baxın. Belə sizin üçün daha rahat olacaq. Aha, birinci sualdan baxaq. Deməli, sinus 34, sinus 64, 56, 26. Gördüyünüz kimi bucaqlar tamamilə bir-birindən fərqlidir. Gəlin çevirmə düsturlarından istifadə edək. Uşaqlar, sinus 34-ün yerinə kosinus 56 yazmağa icazəm var. Eyni şəkildə sinus 64-ün yerinə, burada 5'imiz biraz çirkin oldu. Qoyun bunu bir dəfə də yazım. Bir dəqiqə. Aha, kosinus 56 yazmaq olar. Sinus 64-ün yerinə isə kosinus 26 yazaq. 90-dan çıxdıqda həmin bucaqları verir. Üstə gəl, digər hissəni olduğu kimi köçürdürəm. Sinus 56, sinus 26. Əgər sizdə funksiyalar qoşa-qoşa verilibdirsə, yəni kosinus, kosinus, sinus, sinus cüt-cüt verilibdirsə, uşaqlar bilməlisiniz ki, düstur kosinusun açılışıdır. Kosinusda isə işarə həmişə əksinə olur. Yəni burada işarə üstə gəldi, biz çıxma yazacağıq. 56 çıxılsın 26. Kosinus 30 dərəcəni verir. Kosinus 30 dərəcədəki qiyməti isə kök altda 3 bölə 2-yə bərabərdir. Yəni cavab Y. 1Y. İkinci suala baxaq. Tangens alfa üstəgəl beta yazılıb uşaqlar. Gəlin tangens alfa üstəgəl betanın açılış düsturunu yazaq. Tangens alfa üstəgəl tangens beta. Beta. Aha. Məxrəcdə isə 1 çıxılsın tangens alfa, vuraq tangens beta. Qiymətləri yerinə yazaq. Tangens alfa gördüyümüz yerə 5'də 1. Üstəgəl tangens beta gördüyümüz yerə isə 3'də 2 yazaq. Məxrəcdə 1 çıxılsın 5'də 1, vuraq 3'də 2. Sürəti əköb edirik. Əkobumuz 15'dir. Deməli olur 13. Məxrəcdə isə 1 çıxılsın. Birinci vurmanı həll edək uşaqlar. 15'də 2. 1-dən 15'də 2 çıxırıq, qalır 15'də 13. Sürət də onsuz 15'də 13 idi. İxtisar gedir və qalır 1. Deməli ikinci sualda cavab olur 1. Y bəndi. Keçid alaq növbəti sualımıza. Aha. Baxaq, üçüncü suala baxırıq uşaqlar. Üçüncü sualda da xüsusi bir şey etməyəcəyik. Sinus alfa, kosinus betanı yazıram. Çıxılsın və başlayıram düstur açmağa. Sinus alfa, kosinus beta. Uşaqlar, əslində mən burada çıxma işarəsi yazmalıyım. Qarşıdakı mənfiyə görə üstəgəl yazıram. Deməli, yazırıq belə. Sinus beta, kosinus alfa. Burada gördüğünüz kimi sinus alfa, kosinus betalar islah gedir və əlimizdə qalır belə bir ifadə. Kosinus alfa, sinus beta. Hansı bənddədir? Üçüncü sual A bəndidir. Yəni gördüğünüz kimi üçüncü sualda da heç bir əlavə nəsə bir şey yazmıram uşaqlar. Sadəcə qiymətlərini, düsturun qiymətlərini yerinə yazıram. Düsturu açıram. 4'də də mötərizənin içini düsturla açıb yazırsınız. 5-ci suala baxaq. Tangens alfa çıxılsın 45'in açılışını istəyir bizdən. Deməli, tangensin açılış düsturuna əsasinə tangens alfa çıxaq tangens 45, məxrəcdə isə 1 üstəgəl tangens alfa tangens 45 yazmaq lazımdır. İndi uşaqlar, tangens alfa gördüyümüz yerə 3 yazırıq. Düzdürmü? Çıxılsın tangens 45 gördüyümüz yerə 1. 1 üstəgəl 3 vurulsun 1. Deməli, sürət olur 2, məxrəc olur 4, ixtisar gedir, 2'də 1 qalır. Düzdürmü? Deməli, 2'də 1 hansı bənddədir? 5-ci sual B bəndindədir. Bir dəqiqə. 5-ci sual olur B. 6-cı sualda da eyni qaydadadır. Tangensin açılış düsturudur. Siz birbaşa düsturu açırsınız. Tangens alfa gördüyünüz yerə 5, tangens 45 gördüyünüz yerə isə 1 yazırsınız. Və sadəcə həll olunub gedir. Düsturu yaxşı bilsəz, problem yaşamayacaqsınız mənlə gəlik bu bölmədə. Aha, keçid alaq növbəti sualımıza. 7-ci suala baxaq. Kosinus 52, kosinus 21. Ümid edirəm ki, sizlər də yaxından görərsiniz sualı. Kosinus 52, kosinus 21, sinus 52, sinus 21. Uşaqlar, cüt-cüt veriləndə siz bilməlisiniz ki, söhbət kosinusun açılışından gedir. Kosinusda isə hər zaman açılışlarda işarə tərsinə çönür. Yəni çıxaqdırsa, biz burada üstəgəlmə yazmalıyıq. 52 üstəgəl 21. Məxrəcdə isə sinus 17.
Sürətimiz olur, deməli, kosinus 73 dərəcə. Uşaqlar, sinus 17-nin yerinə kosinus 73 yaza bilərəm. İfadələr ixtisar gedir və 1 qalır. Ümumiyyətlə, belə danışaq sizinlə. Sinus 20-nin yerinə kosinus 70 yaza bilərsiniz. Məsələn, sinus 40-ın yerinə kosinus 50 yaza bilərsiniz. 90-a tamamlayıcısını yazırsınız sanki. Məsələn, tangens 30-un yerinə kotangens 60 yaza bilərsiniz. Tangens tutalım 20-nin yerinə kotangens 70 yaza bilərsiniz. 90-a tamamlayıcı bucaqlarını bax bu şəkildə birbaşa yerinə yazıb həll edə bilərsiniz və birinci rüb olduğuna görə də uşaqlar, burada bütün bucaqlar müsbət olurlar. Yəni mənfiyə görə narahat olmağa dəyməz. 7-ci sualda cavab olur 1, yəni B bəndi. Aha, indi keçid alaq növbəti sualımıza. Baxaq. Deməli 8, 9 eyni tip suallardılar. İstəyirsiniz gəlin 9-a baxaq. Deməli, sürətdə kosinus sinus şəklində yazılıbdır ifadələr. Deməli, siz buradan bilməlisiniz ki, bir kosinus, bir sinus yazılırsa, bu sinusun açılışıdır. Sinus 28 çıxılsın 23'dür. Sinus işarəni saxlayır. Məxrəcdə isə 3 kosinus 85. Uşaqlar, 28-dən 23 çıxdıq, sinus qaldı 5 dərəcə. 3 vurulsun, kosinus 85-in yerinə də sinus 5 yazmağa icazəmiz var. 90-a tamamlayıcı bucağı 5'dir. Sinus 5'lərimiz ixtisar getsə, cavab olur 3'də 1. 3'də 1 isə yuxarıda, 3'də 1 isə A bəndindədir. Deməli, 9-cu sualda cavabımız oldu A. Keçid alaq. 10-cu sualda eyni qaydada həll olunacaq. 11-ci suala. 11-ə baxaq. Deməli, 11-də sürətdəki ifadəni açmaq istəyirəm uşaqlar. Necə açırıq? Sinus alfa kosinus beta üstə gəl kosinus alfa sinus beta. Uşaqlar, burada bir dənə də çıxılsın 2 kosinus alfa sinus beta ifadəsi var. Onu da olduğu kimi köçürdürəm. Məxrəcdəki ifadəni də hələlik olduğu kimi saxlayıram. Ehtiyac olarsa açarıq. Bərabər. Məxrəcdəki ifadəmizi yenə olduğu kimi yazıram. Baxaq sürətə. Uşaqlar, sürətdə diqqət eləsəniz, kosinus alfa sinus beta ifadəsi. Baxın, burada bu müsbətdir. Burada isə mənfidir. Biri müsbət, biri mənfidir, çıxırıq. Birinci ifadəni olduğu kimi köçürdürəm. Sinus alfa kosinus beta. Bir dənə kosinus sinusdan 2 dənəsini çıxanda qalır mənfi kosinus alfa sinus beta. Bu ifadəni isə gəlin bağlayaq. Bir sinus, bir kosinus yazılanda sinusun açılışıdır. Alfa çıxaq betanın. Məxrəcdə də eyni ifadədən var bizdə. Sinus alfa çıxılsın beta. Deməli, bu ifadələrimiz ixtisar gedir və cavab olur 1. 11-ci sualda 1 A bəndindədir. Bax bu şəkildə. Sadəcə düsturdakı, birbaşa elə düsturu demək olar. Düsturdakı ifadələri yerinə yazdıq. Gəlin 13-cü suala keçid alaq. Lövhəmizi təmizləyək. 13. Aha, alfa, beta və alfa üstəgəl beta çıxaq qamma 270 dərəcəyə bərabərdir. Daha sonra bizə bir ifadə verib uşaqlar və bu ifadənin qiymətlərini soruşur. Sinus beta, kosinus gamma, sinus gamma, kosinus beta. Uşaqlar, baxın bu hissiyə baxaq. Görürsünüz bu hissəni. Görürsünüz, bir sinus, bir kosinus şəklində yazıb. Bucaqlarımızda gamma və betadır. Bu şəkildə olanda siz bilməlisiniz ki, bu sinusun açılışıdır. Sinus, beta çıxılsın gammanın açılışıdır. Biz geriyə bağladıq. Üstə gəl, burada bir dənə kosinus alfamız var. Bu burada dayansın. İndi gəlin yuxarıda verilən ifadəyə baxaq. Alfa üstə gəl, beta çıxılsın gamma bərabər 270 dərəcəyə. Uşaqlar, mən buradan beta çıxaq gammanı saxlasam bərabərdir. 270 dərəcə çıxaq alfa yazıram. Alfanı göndərdim 270-in yanına. Gəlin hər tərəfi sinuslayaq. Hər tərəfi sinuslamaq nə deməkdir? Bərabərin sol və sağ tərəflərinə bir sinus yazıram uşaqlar. Bax, burada bir dənə sinus yazdım. Sinus, beta çıxılsın gamma, gözləsin. Bu tərəfdə sinus 270 dərəcədə adını dəyişir. Kosinus alfa olur. Üçüncü rübdə isə sinus mənfi olduğuna görə qarşıya bir mənfi atırıq. Deməli, sinus beta çıxaq gamma mənfi kosinus alfaya bərabər imiş. Bu ifadənin yerinə mənfi kosinus alfa yazıram. Üstə gəl, qarşıda da bir müsbət kosinus alfa var. Bu ifadələr bir-birləri ilə islah gedir. Cavabımız olur 0. 13-cü sualda 0 A bəndindədir. Keçid alaq 14-ə. Bir dəqiqə burada əlimdəydi. Bu xətt
Xəttimizi silək. Aha. Gəlin 14-cü sualımıza keçid alaq. Deməli, 14-də gəlin sinusun açılışını yazaq. Sinus alfa, kosinus beta, üstə gəl, kosinus alfa, sinus beta. Çıxılsın, orada sürətdə bir kosinus alfa, sinus beta ifadəsi var. Olduğu kimi köçürdürəm. Məxrəcdə də kosinus betamız var, onu da olduğu kimi yazdım. Məxrəcdəki kosinus betanı yazıram. Sürətə diqqətlə baxaq. Kosinus alfa, sinus beta ifadələrimiz bir-birləri ilə islah gedir və sürətdəki ifadəni sinus alfa, sinus alfa, kosinus beta ifadəsini də olduğu kimi yazıram. Kosinus betalarımız da ixtisar getsə, bircə dənə qalır əlimizdə sinus alfa. 14-cü sualda sinus alfa A bəndindədir. 15 eyni qaydadadır. Gəlin 16-ya baxaq. 16-cı sual. 16-da sürətə diqqətlə baxsaq, uşaqlar görərik ki, hamısı kosinus şəklindədir. Gəlin bunlardan biraz yüngülcə çevirmələr eləyək. Kosinus 78-in yerinə biz sinus 12 yaza bilərik, doğrudur mu? Kosinus 20 olduğu kimi qalsın. Üstə gəl, kosinus 12. Kosinus 70-in yerinə də uşaqlar sinus 20 yazaq. Ki, bucaqlarımız uyğun alınsın. Məxrəcə baxaq. Məxrəcdə artıq düşünürəm ki, burada ehtiyac yoxdur. Birbaşa sinusun açılış düsturudur uşaqlar. Sinus. Bucaqlarımız 20 və 12-dir. Səhv etmirəmsə, sürətlə məxrəc eyni alın. Düzdür uşaqlar? Yoxsa mən səhv görürəm. Məxrəcə diqqətlə baxaq. Sinus 20, kosinus 12. Sinus 12, kosinus 20. Sinusun açılışıdır. 20 üstə gəlinsin, 12 deməkdir. Məxrəcimiz olur sinus 32. Sürətə baxaq. Sinus, kosinus, kosinus, sinus şəklindədir. Bu da sinusun açılışıdır. Sinus 12 və 20-nin cəmidir. Sinus 32-dir. İxtisar gedir və cavabımız olur 1. Y bəndi, bəli, eyni ifadələrdir. Baxaq. 16-cı sualda cavab oldu 1. Keçid alaq növbəti suala. 17-ci suala baxaq. 17-ci sual digərlərindən fərqlidir. Uşaqlar, kotangens alfanı bizə 3-də 2 veriblər. Biz isə bilməliyik ki, tangens alfa həmin bu 3-də 2-nin tərsidir, yəni 2-də 3-dür. Belə bir ifadə yazılıb. Tangens alfa çıxılsın 45. Biraz öncə də sualların birində belə bir misal işləmişdik. Açılışına baxaq. Tangens alfa çıxaq tangens 45. Məxrəcdə isə 1 üstə gəl, tangens alfa, tangens 45. Deməli, uşaqlar, aydındır ki, tangens 45-in dərəcəsi qiyməti 1-dir. Tangens alfanı isə 2-də 3 tapdıq. Bu isə 1,5 deməkdir. Tangens alfa gördüyüm yerlərə 1,5, tangens 45 gördüyüm yerlərə 1 yazıram. Gəlin yazaq. Deməli, sürətimiz oldu 0,5. Məxrəc 1,5-i 1-ə vurduqda 1,5. Bir də üzərinə gəlirik, olur 2,5. Vergülləri çəksək 25-də 5, ixtisar etsək 5-də 1 deməkdir. 5-də 1 varmı cavablarımızda? 5-də 1, 17-ci sualda deməli C bəndindədir. Bəli. 17-də cavabımız oldu C, 5-də 1. 5-də 1 olmasa 0,2-də yaza bilərsiniz. Heç bir problem yoxdur. Keçid alaq növbəti sualımıza 18-ə. Bir dəqiqə bu hissəni təmizləyək. Baxaq 18-ci suala. Deməli, sinus 195 dərəcə yazılıbdır. Gəlin sinus 195-i yazaq. Sinus 195-i uşaqlar çevirmə düsturuna əsasən çevirək. Sinus deməli yazaq. 180 üstə gəl 15. 180 dərəcədə biz bilirik ki, uşaqlar ad dəyişmir. Yəni sinus 15 olaraq qalır. Sadəcə rübünə baxaq. 180 dərəcə buralarda bir yerdədir. 15 dərəcə üzərinə gəldikdə 3-cü rübə düşür. Sinus isə 3-cü rüblərdə mənfidir. Yəni qarşıda bir mənfi olmalıdır. İndi isə sinus 15-in dərəcə qiymətini yazmaq lazımdır bizə. Uşaqlar, burada dərəcə qiymətini əzbərləyirsiniz və qarşıdakı mənfini də yerinə yazırsınız. Bu sırf düsturdur, yəni bunu özümdən yazmıram. Sinus 15-in deməli dərəcə qiyməti belədir. Kök altda 6 çıxaq, kök altda 2 bölək 4. İndi variantlara baxıram uşaqlar
variantlarda belə bir şey yoxdur. Mənfini verirəm sürətdəki ifadəyə. Mənfini verəndə sürətdəki ifadəmiz yerini dəyişir. Belə bir ifadə alınır. Kökdə 2 çıxaq, kökdə 6 bölək 4. Bu isə deməli olur C bəndində. 18-də cavabımız oldu C. Keçid alaq növbəti səhifəmizə. 19-cu suala baxaq. Lövhəmizi də təmizləyək. Tangensin açılışıdır yenə də. Tangensin açılış düsturunu bir neçə dəfə yazdıq. Gəlin yenə yazaq. Aha. Deməli, birbaşa açılışını yazıram uşaqlar. Tangens 45, üstə gəl tangens alfa. Məxrəsdə isə 1 çıxılsın. Tangens 45, tangens alfa. Bərabərdir. İfadə özü qiymətini verib də 3. Və bizdən tangens alfanı soruşur. İndi uşaqlar, tangens 45 gördüyüm yerlərə 1 yazıram. 1 çıxılsın, 1 vuraq, tangens alfa, bərabərdir 3. Gəlin çarpaz vuraq, 1 üstə gəl, tangens alfa bərabər, 3-ü məxrəsdəki ifadəyə vururam. 3 çıxılsın, 3 tangens alfa. Düzdür mü uşaqlar? Mənfi 3 tangens alfanı tangensin yanına keçirsəm, olar 4 tangens alfa. 1 3-ün yanına keçirdirəm, olur 2. 3-dən 1 çıxdıq. Tangens alfa bərabərdir 4-də 2-yə. İxtisar getsə 2-də 1-ə. 2-də 1 19-cu sualda C bəndindədir. 20-də də eyni qaydadır. Pi böl 4 45 dərəcə deməkdir uşaqlar. Eyni bu qayda ilə 45 çıxaq alfanın açılışını yazırsınız. 45 çıxaq alfanın açılışına aid də bir neçə dəfə əvvəlki misallarda açılış yazdıq. Yəni elə çətin deyil, sadəcə işarədə fərq var. Gəlin 21-ci sualımıza baxaq. Görək 21-də nə verir? Deməli, sinus 10, kosinus 80, kosinus 30 var. Gəlin kosinus 30-un dərəcə qiymətini yazaq uşaqlar. Kosinus 30 dərəcədə qiyməti kök altda 3 bölək 2-dir. Sinus 10, kosinus 80. Digər ifadələri köçürdürəm. Üstə gəl. Kosinus 10, sinus 60 var. Sinus 60-ın da gəlin dərəcə qiymətini yazaq. Kök altda 3 bölü 2. Geriyə qalanını köçürdürəm. Kosinus 10, sinus 80. Yəni hansının dərəcə qiyməti varsa onları yazdım. Hər ikisində kök altda 3 bölü 2 alındı. Kök altda 3 bölü 2-ni mötərizə xaricinə çıxardıram. Sonra görürəm ki, açılışlar 1 sinus, 1 kosinus, 1 kosinus, 1 sinus şəklindədir. Yəni tək-tək verilibdir. Deməli bu sinusun açılışıdır və mötərizənin içərisində 10 və 80 toplanmalıdır. Kök altda 3 bölü 2. Uşaqlar, sinus olur 90 dərəcə. Sinus 90 dərəcədə qiyməti 1-ə bərabərdir. Kök altda 3 bölü 2-ni də 1-ə vurursunuz. Cavabınız olur kök altda 3 bölü 2. 21-ci sual deməli olur D bəndi. 22-ci sual eyni qaydadır. Gəlin 23-ə baxaq. 23-cü suala baxan kimi uşaqlar görünür ki, bu tangensin açılış düsturudur. Məxrəsdə yazılan ifadələrə heç belə deyim də baxmırsınız. Sizə sadəcə lazımdır sürət. Sürəti də necə bağlayırsınız? Normalda bizə bağlanışı verir, biz açırıq düsturu. Ancaq burada açıq formada veriblər, biz geriyə qayıdırıq, tərsinə bağlayırıq. Mötərizənin içərisində 7 pi böl 36, üstə gəl 41 pi böl 36 yazırsınız. Sadəcə toplayırsınız, yəni. Tangens, ortaq məxrəcimiz elə 36-dır. 41 7-ni toplasaq 48 pi. Hər ikisini 12-yə ixtisar aparaq, hə uşaqlar? 12-yə bölsək burada 4 qalar, 12-yə bölsək 3 qalar. Tangens 4 pi bölək 3. Baxaq görək varmı variantlarda. Dərəcə qiymətinə doğru gedibdir, yazaq. Deməli 4 pi bölək 3. Pi 180-dir, 3-ə bölsək 60, 4-ə vursaq 240 olar. Düzdürmü? Tangens 240 dərəcədən söhbət gedir. Bunu isə çevirməklə yaza bilərsiniz. Tutalım 180, üstə gəl. Deməli 60 yazmaq olar, hə uşaqlar? 180 dərəcədə ad dəyişmir, olur tangens 60. Tangens 60 dərəcədə qiyməti də kök altda 3-ə bərabərdir. Rübünə baxaq. 3-cü rübə düşür. Tangens 3-cü rübdə müsbətdir. Deməli, 23-cü sual. Kök altda 3. Cavab oldu Y bəndi. Bax belə. 24 eyni qaydada həll olunacaq. Sadəcə sürətdə verilən ifadəni toplayıb, sonra dərəcə qiymətini yerinə yazırsınız. Baxaq. Lövhəmizi təmizləyək. Keçid alaq 25-ci suala. Baxaq görək 25-də nə deyir? Deməli, alfa, beta, gamma üçbucağın daxili bucaqları olarsa, verilmiş ifadəni sadələşdirməyi soruşur bizdən. Sinus alfa, sinus beta, kosinus alfa, kosinus beta. Uşaqlar, qoşa-qoşa veriləndə biz bilməliyik ki, bu kosinusun açılış düsturudur, düzdür? Və işarə də həmişə tərsinə olmalıdır. Yəni belə, kosinus işarəmiz olur alfa plus beta.
Sadəcə yerləri dəyişik olduğuna görə uşaqlar qarşıya bir mənfi atıram. Bax belə. Bu ifadəni açdım. Gəlin görək indi bu ifadə nəyə bərabərdir? Bizə alfa, beta, qamma üçbucağın daxili bucaqlarıdır deyə demişdilər. Yəni alfa, beta, qamma cəmi 180 dərəcə olmalıdır. Qammanı tapsaq 180 çıxılsın alfa plus beta olmalıdır. Gəlin bizə kosinus lazımdır. Hər tərəfi kosinuslayaq. Kosinus yazıram. Mötərizədə kosinus qamma bərabər. Kosinus 180 dərəcədə ad dəyişmir. Kosinus olaraq qalır. Alfa plus beta. 180 dərəcəni atdıq. Deməli 180-dən alfa plus beta çıxdıqda, yəni hər hansı bir bucaq çıxdıqda ikinci rübə düşür. Kosinus isə ikinci rübdə mənfidir. Qarşıya bir mənfi atırıq. Deməli, mənfi kosinus alfa üstəgəl betamız əslində kosinus qammaya bərabər imiş. Ona görə də baxaq görək kosinus qamma hansı bətdədir. Yəni bu ifadənin qiyməti kosinus qamma imiş. 25-ci sualda cavab olur C bəndi. Bax belə. 26 eynisidir. Gəlin 27-yə baxaq. Lövhəmizi təmizləyək. 27-ci suala baxaq. Deməli, tangens alfa və betanın qiymətləri verilib. Alfa, beta iti bucaqlardır. Alfa çıxaq betanın dərəcə ölçüsünü soruşur bizdən. Uşaqlar, gəlin özümüzdən tangens alfa çıxaq beta yazaq. Və bu ifadənin açılışını yazıram. Tangens alfa çıxaq tangens beta. Məxrəcə isə 1 üstəgəl tangens alfa tangens beta. İndi nə edirəm uşaqlar? Tangens alfa gördüyüm yerə 5 yazıram. Tangens beta gördüyüm yerə 3-də 2 yazıram. 1 üstəgəl 5 vurulsun 3-də 2. Gəlin baxaq. 5-dən 3-də 2 çıxanda 3 dəfə 5 15 2 çıxıram 13. 13. Sürətimiz, məxrəcimiz necə olur? 3-də 10-dur. 1-in üstünə 3-də 10 gələndə burada olur 3-də 13. 3-də 13-lər ixtisar gedir, olur 1. İndi belə bir ifadə aldım. Tangens alfa çıxaq beta bərabərdir 1-ə. Sual olunur. Tangens neçə dərəcədə 1 alır? Yəni alfa çıxaq beta əslində neçə dərəcədir? 45 dərəcə. Düzdür uşaqlar? 45 dərəcədə 1 alır. Cavabımız isə olur A bəndi. 27-də cavab A. Gəlin 28-ə baxaq uşaqlar. 28 27-ci sualla oxşar deyil. Burada deməli kotangens 15 vurulsun. Mötərizənin içərisində 1 çıxılsın sinus 60 yazılıb. Mən sinus 60-ın birbaşa dərəcə qiymətini yerinə yazmaq istəyirəm. Sinus 60 dərəcədəki qiyməti kök altda 3/2-dir. Düzdür? Bərabər. Uşaqlar, kotangens 15-in də özünün bir qaydası var. Həmin o qaydaya əsasən onun dərəcə qiymətini yazıram. Kotangens 15-in dərəcə qiyməti 2 üstəgəl kök altda 3-dür. Bu qayda kitablarınızda var. Bunu mütləq əzbərləyin. Kotangens 15-in yerinə yazdım. Vurulsun. Mötərizənin içi isə nə verir? Məxrəcimiz 2-dir. 2-ni 1-ə vurub sürətə yazırıq. 2 dəfə 1, 2. Çıxaq kök 3. Gördüyünüz kimi məxrəc 2. 2 üstəgəl kök 3, 2 çıxaq kök 3 bizə 3-cü müxtəsər vurma düsturunu verir. Yəni siz çıxmanın başına kvadrat kimi düşünün. 2-nin kvadratı olur 4. Kök altda 3-ün kvadratı olur 3. Cavabımız olur 2-də 1. Baxaq görək 2-də 1, 28-ci sual. Düzdürmü? 28-ci sualda 2-də 1 Y bəndindədir. Keçid alaq. Növbəti sualımıza 29 eynidir. 30-a baxaq. Kotangens 75 yazılıbdır. Bu kotangens 75-in də əslində özünün dərəcə qiymət düsturu var uşaqlar. Kotangens 75-in də qiyməti 2 çıxılsın kök altda 3-dür. Bunları əzbərləyin. Birbaşa yazıram mən burada. 30 olur A bəndi. Gəlin 31-ə baxaq. Lövhəmizi silirəm. Yəni, bu qaydaları bilsəniz əzbər sizi bir addım irəli aparar. 31. Uşaqlar, gördüyünüz kimi 2 ifadə verilibdir və qüvvətində kvadrat var. İstəyirəm müxtəsər vurma düsturuna əsasən açam. Gəlin açaq. Birincinin kvadratı kosinus kvadrat alfa. Üstəgəl birincinin ikinci vurma hasilinin 2 qatı 2 kosinus alfa kosinus beta. Üstəgəl ikincinin kvadratı, yəni kosinus betanın kvadratı. Üstəgəl, keçirəm indi digər mötərizəni açmağa. Uşaqlar, onu da aşağıdan yazacağım qarışmasın. Sinus kvadratı alfa. Üstəgəl 2 sinus alfa sinus beta. Üstəgəl sinus betanın kvadratı. Bərabərdir 0,6-ya. Uşaqlar, gördüyünüz kimi bu hissədə kosinus kvadrat və kosinus kvadrat alfa və sinus kvadrat alfanın cəmi 1-dir. Üstəgəl, kosinus kvadrat beta və sinus kvadrat betanın cəmi də 1-dir.
üstə gəl 2 kosinus alfa, kosinus beta və 2 sinus alfa, sinus beta ifadələrini toplasaq, yəni 2-ni mötərizə xaricinə çıxartsam, kosinus, kosinus, sinus, sinus olduğuna görə kosinusun açılışıdır. Kosinus alfanın açılışıdır. Qoşa-qoşa olanda bilməlisin ki, kosinusdur. Alfa çıxaq beta. Tərəf-tərəfə toplayırıq, düzdür. Ancaq belə düşünündə kosinusda həmişə işarə tərsinədir. Bərabər 0,6. Bir üstə gəl birimiz 2-dir. 2-ni göndərək, deməli 0,6-nın yanına 2 kosinus alfa çıxaq beta bərabər. Uşaqlar 0,6-dan sanki mən 2 çıxıram. Cavab olur -1,4. 2-yə də bölsək, kosinus alfa çıxaq beta bərabərdir -0,7. Bizdən də kosinus alfa çıxaq betanın qiymətini soruşur. Baxaq, variantlarda varmı? Bəli, var. Y bəndindədir. 31-də cavabımız olur. Y. -0,7. Deməli, 32-yə baxaq. 32 maraqlı suallardandır. Deməli, kvadrat tənlik verilib uşaqlar. 32-ci sualda. Düzdürmü? Kvadrat tənlik verilib və tangens alfa və beta da həmin tənliyin kökləridir. İlk öncə Vieti yadımıza salaq. Viet teoremini tətbiq edə bilmək üçün hər tərəfi gərək baş əmsala böləsiniz. Hər tərəfi baş əmsala bölək. Birinci tənliyin özünü yazıram. Üstə gəl 1 bərabər 0. Hər tərəfi gəlin baş əmsala bölək. Yəni, hər birini 3-ə bölürəm. 3, burada yazıram 3. 3-lər ixtisar gedir. X kvadrat, üstə gəl 3-də 5x, üstə gəl 3-də 1. Bərabər 0. Tangens alfa və beta bu tənliyin əgər kökləridirsə uşaqlar, deməli tangens alfa üstə gəl tangens beta əks işarəli ikinci əmsala bərabər olmalıdır. Yəni -3/5-ə bərabər olmalıdır. Tangens alfa vuraq tangens beta isə tənliyin köklər hasili isə uşaqlar sərbəst həddə, yəni 3/1-ə bərabər olmalıdır. İndi bizə belə bir ifadə verib. Tangens alfa üstə gəl beta. Birbaşa gəlin açılışını yazaq. Açılış bu şəkildədir. Düsturu yazıram. Tangens alfa və betanın cəmi. Məxrəcdə isə 1 çıxılsın. Tangens alfa vuraq, tangens beta. İndi isə qaldı sadəcə qiymətləri yerinə qoymaq. Sürətə yazırıq. -3/5. Məxrəc isə 1 çıxılsın. Tangens alfa betanın yerinə 3/1 yazırıq uşaqlar. Açaq. Bərabər. Məxrəcimiz olur 3/2. Sürət də -3/5. 3-ləri ixtisar apara bilərik. Oy. Getdi. Bircə dəqiqə. Şükür qalıb burada. Deməli, neçən suala baxırdıq? 32-yə. Düzəldək. Bərabərdir. 3-lər burada ixtisar gedir. Məxrəcdə qalır 2, sürətdə qalır 5 və mənfisi də var. -2/5. Cavabımız olur 32-ci sualda. Deməli, A bəndində. 33-cü sualda eyni qaydadadır. Gəlin 34-ə baxaq. Təmizləyək. Keçək 34-ə. Görək 34-də nə deyir? Tangens alfa üstə gəl betanı -1 verib. Tangens alfa çıxılsın betanı 2/1 yazıbdır. Bircə dəqiqə. Təmizləyək. Davam edək. 34-cü sualla. Tangens alfa plus betanın, alfa çıxaq betanın qiymətləri var. Bizdən tangens 2 betanı soruşur. Gəlin açaq uşaqlar bu ifadələri. Görək bizə nə verir. Deməli, tangens birbaşa açılışını yazıram. Sürət olur. Tangens alfa üstə gəl tangens beta. Məxrəcimiz 1 çıxılsın. Tangens alfa, tangens beta. Bərabər -1-ə. Digər ifadəmizi yazaq. Tangens alfa çıxaq tangens beta. Məxrəc isə 1 üstə gəl. Tangens alfa vuraq tangens beta. Bərabərdir 2/1. Deməli, neyiniyək uşaqlar? Gəlin bu ifadələri çarpaz vuraq. Çarpaz vuraq görək nə alırıq. Tangens alfa üstə gəl tangens beta. Bərabər. -1-i vurduqda, deməli, belə bir ifadə yaranır. Tangens alfa vuraq tangens beta müsbət olur. -1-i müsbət 1-ə vurduqda isə -1 olur. Çıxaq 1. Digər ifadəni də vuraq. Tangens alfa çıxaq tangens beta.
Bu tərəfi də deməli burada 2-yə vururuq. Bu tərəfi isə 1-ə. Qarşısında 2 var. Bunu mötərizəyə alıb belə 2 yazıram qarşısına. Bu tərəfi də 1-ə vurduqda 1 üstə gəl tangens alfa tangens beta. Bax belə bir ifadə aldıq. Deməli, gəlin görək neyniyək bu ifadələri. 2-yə vurub açsaq, deməli, verilmiş ifadələri əgər biz tərəf-tərəfə çıxsaq, tangens alfa, tangens betalarımız islah gedər. Düzdürmü? Gəlin vurub açaq. Tərəf-tərəfə çıxıram uşaqlar. Bu verilmiş ifadələri. Sürətdə yuxarıda 1 tangens alfa var, aşağıda 2 tangens alfa var. Düzdür? Bax, burada qarşıda bizdə bir dənə 2 var. Bunu necə yazım ki, görünsün. Bax, burada bir dənə bizim 2'miz var. Buranı qoyun bir dəqiqə pozumu göstərim. Bir dəqiqə burada bax, belə bir ifadə var. 2 tangens alfa çıxaq, tangens beta. Burada tangensdir. Aha. Yuxarıdakı 1 tangensdən aşağıdakı 2 tangensi çıxıram, qalır mənfi tangens alfa. Yuxarıdakı 1 tangens betadan aşağıdan 2 tangens betanı çıxırıq, qalır. Deməli, aradakı işarədə mənfidir deyə 3 tangens beta. Düzdürmü? Sonra bərabərdir. Tangens alfa beta hasilindən bu hasili çıxsaq qalmır ifadə. Mənfi 1-dənsə 1 çıxırıq, mənfi 2 olur. Bəs bu bizə nəsə bir ifadə verərmi? Baxaq görək. Uşaqlar, düşünürəm ki, bu sualda bu formada biz həllə gələ bilməyəcəyik. Gəlin başqa bir formada yazaq. Sualın bu hissəsini deməli neyniyək? Bu aşağı hissəni silirəm. Açılışlara dəymirəm hələlik. Elə açılışını da silirəm. Bir dəqiqə, başqa bir yol dənəyək. Baxaq görək necə yaza bilərik. Baxın, burada yazılıb ki, tangens 2 beta, düzdür? 2 betaya biz necə gələ bilərik? Alfa plus beta və alfa minus beta var əlimizdə. Gəlin bir bu yolu da sınayaq. Yazıram belə. Alfa üstə gəl beta, çıxaq alfa çıxaq beta. Belə bir şey yazsaq, alfalar islah gedər və betalar da toplanar, həqiqətən bizə 2 betanı verər. Hər tərəfi tangens desək, tangens deməli belə bir ifadə alarıq da. Alfa plus beta çıxılsın alfa minus beta bərabər tangens 2 betaya. Baxın, bu şəkildə aldıq. Tangens 2 betanı tapmaq üçün deməli mən bu ifadənin qiymətini tapmalıyam. Burada alfa plus beta bizdə bir A olsa, bu hissədə bir B olsa və bu ifadəni tangensin açılışını əsasən açsaq, yəni belə açarıq. Tangens alfa üstə gəl beta çıxılsın tangens alfa çıxaq beta. Məxrəcdə isə 1 çıxılsın, belə məncə çıxacaq. Tangens alfa plus beta vurulsun tangens alfa çıxaq beta. Baxın, bu şəkildə yazdım. Tam açılışa görə. Bərabər tangens 2 betaya. İndi isə qiymətləri yerinə qoymaq qalır. Tangens alfa plus betanın qiyməti mənfi 1'dir. Çıxaq, alfa çıxaq betanın qiyməti 2-də 1'dir. 1 çıxılsın. Alfa plus betanın yerinə mənfi 1 yazıram. Tangens alfa çıxaq betanın yerinə isə 2-də 1 yazıram uşaqlar. Bərabərdir. Burada hesablayaq. Sürət olur mənfi 2-də 3. Məxrəcimizə baxaq. Məxrəcdə mənfilər deməli toqquşur, müsbət olur. 1 üstə gəl 2-də 1. Bu ifadəmizin də qiyməti deməli olur 2-də 3-mü? Düzdürmü uşaqlar? 2-də 1'imiz mənfi 1 deyil idi ki. 1 üstə gəl deməli olur 2-də 1, yəni 2-də 3. 2-də 3'lərimiz ixtisar gedir və cavab qalır mənfi 1. Mənfi 1 yoxdur. Misalda həqiqətən bir dəfə problemi olanda sonra problemləri düzəltmək çətin olur. Deməli, məxrəcdə burada bizdə üstə gələk olmalıdır tangensin açılışına görə. Düzdürmü? Baxın, bu hissə üstə gələkdir. Məxrəcimizin burada yazırıq deməli. Sürət 2-də 3-də axı. Bir dəqiqə, bu hissəni də düzəldək. Məxrəcimiz belə olur. 1 çıxılsın 2-də 1 və 1-dən 2-də 1 çıxdıqda qalır 2-də 1. Deməli, 2'lər ixtisar gedir. Bu hissəni də silək. Cavabımız olur mənfi 3. Çox şükür bu misalımızın cavabı alındı. 34 B bəndi. Deməli, neynədik? Bir dəfə misalın üzərindən keçək. Alfa plus beta və alfa minus betaya görə tangensin açılışını yazdıq uşaqlar. Məxrəcdə işarəmiz üstə gəldi. Daha sonra alfa plus betanın və alfa minus betanın dərəcə qiymətlərini gətirdik, yerinə qoyduq. Mənfi 1 və 2-də 1. Daha sonrası qısa hesablamalar idi və cavab oldu mənfi 3 B bəndi. Keçid alaq 35'ə. Bu sual biraz bezdirdi bizi. Əslində o qədər də çətin deyil idi. Daha çətin suallar var bölmənin içərisində. 35'ə baxaq.
Deməli, 35-də sinus 14, kosinus 14 və tangens 38 yazılıbdır. Gəlin bu tangensi açmaqla işə başlayaq uşaqlar. Sinus 14 üstə gəl kosinus 14. Tangens 38-in yerinə belə bir ifadə yazmaq istəyirəm. Sinus 38 bölək kosinus 38. Düzdürmü uşaqlar? Tangensin yerinə biz belə bir ifadə yaza bilərik. Bərabərdir. Sinus 14-ü, uşaqlar, kosinus 38 bizim məxrəcimizdədir, düzdür? Məxrəcə yazıram kosinus 38 və kosinus 38-i sinus 14-ə çarpaz vurub yuxarıda yazıram. Kosinus 38, sinus 14. Üstə gəl, kosinus 14, sinus 38. Bu ifadələri də köçürdük. Olduğu kimi. Sürətdəki ifadəmizə baxaq, kosinus 38-dir. Deməli, nə aldıq? Bizdə deməli sinus 14, kosinus 38, kosinus 14, sinus 38. Yerləri dəyişik olanda bilməliydik ki, deməli düsturumuz sinusdur. 38 və 14-ü toplayırıq uşaqlar. Elə birbaşa toplayıb yazaq. Deməli olur 52. Biz bilirik ki, sinus 52-nin yerinə kosinus 38 yaza bilərik. Məxrəcdə də bir kosinus 38-imiz var. Bu ifadələr bir-birləri ilə ixtisar gedir və cavab olur 1. 35-də cavab olur 1, C bəndi. Keçid alaq növbəti suala. Ortaq məxrəc elədik. Sadəcə tangensin açılışını yazdıq və ortaq məxrəc elədik. Keçid alaq 37-ci suala. Tangens 27 A-dır, tangens 18 B-dir. A-nı B ilə ifadə edin deyir. Görək necə ifadə edə bilərik. Uşaqlar, tutalım ki, əlimizdə bir tangens 45 var. Düzdür? Tangens 45-in də dərəcə qiyməti 1-ə bərabərdir. Tangens 45-i 27 üstə gəl 18 şəklində açmağa icazəmiz var və yenə də 1-ə bərabərdir. Gəl indi bu düstura əsasən açaq. Tangens 27 üstə gəl tangens 18 sürətə yazıram. Məxrəcə isə 1 çıxılsın tangens 27, tangens 18 yazaq. Bərabər 18. Bərabərdir yenə də 1-ə. Uşaqlar, tangens 27 gördüyüm yerə A yazıram. 18 gördüyüm yerə B yazıram. A plus B, 1 çıxaq AB. Bərabər 1-ə. Çarpaz vuraq. A plus B bərabərdir. 1 çıxılsın AB-yə. Deməli, biz A-nı tapmalıyıq, düzdürmü? A-nı tapmaq üçün neyiniyək uşaqlar? Mənfi AB-ni keçirdirəm bu tərəfə A plus AB. Müsbət B-ni isə sağ tərəfə keçirdirəm. 1 çıxılsın B şəklində. A-nı mötərizə xaricinə çıxartsaq, 1 üstə gəl B qalsa, bərabər 1 çıxaq B-yə. A-nı tapmaq üçün 1 çıxaq B-ni 1 üstə gəl B-yə bölmək lazımdır. Bax, belə bir ifadə. 37-də cavab olur A bəndi. Keçid alaq 38-ə. Baxaq 38-ci suala. Lövhəmizi təmizləyək. 38-də bizə nə veribdir? Deməli, sinus alfa kosinus betanı 2-də 1, kosinus alfa çıxaq sinus betanı isə bizə 3-də 1 veribdir. Gəlin bu ifadələri belə bir şey eləyək. Hər birini ayrı-ayrılıqda, uşaqlar, gəlin kvadrata yüksəldək. Görək nə alırıq. Baxın, burada istəyirəm üzərində göstərəm. Görürsünüz, bax, bu ifadəni mötərizəyə alıram, başına kvadrat yazıram, 2-də 1-ində qüvvətinə kvadrat yazıram. Eyni şəkildə kosinus alfa sinus betanın da kvadrat və 3-də 1-ində qüvvətinə kvadrat yazıram. Gəlin indi müxtəsərə əsasən açaq. Birincinin kvadratı olur sinus kvadratı alfa. Üstə gəl hasilinin 2 qatı 2 sinus alfa kosinus beta. Üstə gəl ikincinin kvadratı kosinus kvadratı beta bərabər 2-də 1-in kvadratı 4-də 1. Digər ifadəni də aşağıdan yazıram. Birincinin kvadratı olur kosinus kvadrat alfa. Çıxılsın hasilinin 2 qatı 2 sinus alfa. Bir dəqiqə, sinus alfa deyil, sinus betadır burada. Belə yazaq onda. Kosinus alfa sinus beta. Üstə gəl ikincinin kvadratı sinus kvadrat beta. Bərabər 3-də 1-in də kvadratı uşaqlar olur 9-da 1. Deməli, burada sinus kvadrat alfa, baxırsınız, sinus kvadrat alfa və kosinus kvadrat alfanın cəmi 1-ə bərabərdir. Kosinus kvadrat beta ilə sinus kvadratı betanın cəmi də 1-ə bərabərdir. Bu gördüyümüz hasillərdən 2-ni mötərizə xaricinə çıxartsaq, sinus alfa kosinus beta çıxaq kosinus alfa sinus beta və dəyişik olduqlarına görə bu sinusun açılışıdır. Alfa minus beta deməkdir. Bərabər
4-də 1 ilə də 9-da 1-i toplayırıq. 4-də 1 ilə uşaqlar 9-da 1-i kənarda toplanmasını göstərirəm. Əkobla toplayırsınız. 36-da 13 edir. Buraya yazıram. 36-da 13. Bu ifadəni də silək. Daha lazım deyil. Uşaqlar, buradakı birləri toplasanız, deməli bu hissə olur 2. Düzdür. 2-ni keçirdək sağ tərəfə. 2 sinus alfa çıxaq beta bərabər 36-da 13 çıxılsın 2. Yenə 2 sinus alfa çıxaq beta bərabər. Məxrəcimiz 36-dır. 36-nı 2-yə vursaq 72. Uşaqlar 13-dən sanki 72 çıxırsınız. Və mənfi 59 eləyir. Bu hissəni silək. Sinus alfa çıxaq betanı tapmaq üçün hər tərəfi 2-yə bölürsünüz. Hər tərəfi 2-yə böləndə 2-yə bölmək 2-də 1-ə vurmaq deməkdir, düzdür? Sanki 36-nı 2-yə vurursunuz. Burada mənfi 59-dur. 59 yerində qalır. Deməli, sinus alfa çıxaq betanın qiymətini tapdıq. Mənfi 72-də 59. Bizdən isə 72 vurulsun sinus alfa çıxaq betanın qiymətini soruşur. Yazıram 72 vurulsun. Burada sinus alfa çıxaq betanın yerinə öz qiymətini yazıram. Mənfi 72-də 59. Uşaqlar, 72-lər ixtisar gedir. Cavabımız olur mənfi 59. Mənfi 59 baxaq variantlarda varmı? 38-də bəli var. Y bəndində. 38 cavab olur Y bəndi. Keçid alaq 39-cu sualımıza. Lüfəmizi təmizləyək. Bircə dəqiqə. Deməli, sinus alfanın qiyməti var, kosinus betanın qiyməti var. Gəlin, qiymətləri yazaq. Sinus alfanımızın qiyməti 2 bölək kök altda 5-dir. Mən istəyirəm kosinus alfanı da tapaq. Kosinus alfanı da necə tapıram uşaqlar? Kök altda 1-dən çıxıram, kökdə 5-də 2-nin kvadratını. Olur, kök altda 5-in kvadratı 5-dir, 2-nin kvadratı 4. 5-də 1 eləyir uşaqlar. 1-dən 1 çıxır, 5 isə kökün altda qalır. Deməli, kosinus alfamızın qiyməti 1 bölək kök altda 5-dir. Artıq bu ifadəni silirəm. Lazım olsa pauza verib bir dəfə də baxarsınız həmin hissəyə. Digərinə baxaq. Kosinus beta var. Kosinus betanı bizə veriblər. Deməli, neçə? 1 bölək kök altda 10. Düzdürmü? Biz buna uyğun sinus betanı tapa bilərik. Sinus betanı necə tapırıq? Yenə kök altda 1 çıxılsın. Kök altda 10-un kvadratı 10-dur. 1-in kvadratı 1. Olur 10-da 9. 10-dan heç nə çıxmır. Kökün altda qalır. 9-dan isə 3 çıxır. Yəni sinus betamız 3 bölək kök altda 10-a bərabərdir. Bu ifadəni də silirəm. Bucaqlarımızı tapdıq. İndi qaldı bizə veriləni hesablamaq. Tangens alfa üstəgəl betanı soruşur. Uşaqlar, gəlin tangens alfanı hesablayaq. Tangens alfa sinus alfanın kosinus alfaya nisbətidir. Sinus alfamız 2 böl kök altda 5'dir. Kosinus alfamız isə 1 böl kök altda 5'dir. Kök altda 5'lər ixtisar gedir, olur 2. Tangens betanı hesablayaq. Tangens betada sinus betanın, yəni 3 bölək kök altda 10'un kosinus betaya 1 bölək kök altda 10'a nisbətidir. Kök altda 10'lar ixtisar gedir. Burada da cavabımız olur 3. Tangens alfa plus betanın açılışına görə sürətdə tangens alfa üstəgəl tangens beta olmalıdır. Yəni 2 üstəgəl 3. Məxrəcdə isə 1 çıxılsın. Tangens alfa vuraq beta, yəni 2 vuraq 3. Sürət 5'dir. Məxrəcdə birinci vurmanı həll edirsiniz, olur 6. 1-dən də 6 çıxırsınız, qalır mənfi 5. 5'i mənfi 5'ə bölürük. Cavabımız olur mənfi 1. Baxaq görək varmı? 39-cu sualda mənfi 1. Bəli var. B variantındadır. 39'da mənfi 1 aldıq. Keçid alırıq növbəti səhifəyə. 40-cı sualla davam edirik. Lövhəmizi silək. Deməli, uşaqlar, videolarımızın hardasa 94%-dən çoxu abunə olmadan izləyən izləyicilərdir. Videoları izləyənlərin böyük əksəriyyəti 94%-dən çoxsu abunə deyil. Ümid edirəm ki, videoları bəyənərsiniz və kanala abunə olarsınız. 40-cı sualla davam edək. Sinus 40 üstəgəl kök altda 3 kosinus 40. Uşaqlar, burada siz diqqət eləsəz, sinus 40-ın əmsalı yoxdur, yəni 1'dir. Kök altda 1'in kvadratı üstəgəl kök altda 3'ün kvadratı yazıram. Köməkçi bucaq daxil etməklə yazacağıq. 1 üstəgəl 3 bərabər kök altda 4. 4'dən də çıxır 2. İndi hər birini ayrı-ayrılıqda 2'yə bölürəm. Yəni sinus 40'ın qarşısında 1 var.
2-yə bölürəm. Sinus 40-ı yazıram olduğu kimi. Üstə gəl, kök altda 3-ü də bölürəm 2-yə və kosinus 40. Bu ifadəni də yazdım. Uşaqlar, hər tərəfi bu 2-yə böldüm. Deməli, 2-ni də mötərizə xaricinə qarşıya çıxardıram. Bax, belə bu şəkildə qarşıya 1-2 çıxardıram. Və yaxud belə deyə bilərsiniz. Bərabərdir sanki bir t-yə, həmin t-ni də bölürsünüz 2-yə. Bax, belə. Deməli, 2-də 1-i sinus neçə dərəcədə alır uşaqlar? 2-də 1-i sinus alır, deməli 30 dərəcədə. Sadəcə siz burada seçim etməlisiniz. Ya sinusa görə gətirib yazmaq lazımdır, ya da kosinusa görə. Tutalım, mən həmişə kosinusa nəzərən yazıram. Ona görə burada dərəcəni qoşa-qoşa eləməliyəm. Yəni sinus şəklində. Yəni 2-də 1-in sinus qiymətini mən axtarıram. 2-də 1-in sinus 30 dərəcədə alır. Baxın, bura sanki sinus 30 dərəcədir. Sinus 30. Kök altda 3 bölü 2-ni də kosinusa nəzərən bucağını tapıb yazıram. Kosinus kök altda 3 bölü 2-ni 30 dərəcədə alır. Burada kosinus 30 deməkdir. Görürsünüz, sinus 30, sinus 40, kosinus 30, kosinus 40. Qoşa-qoşa olanda, uşaqlar, bu kosinusun açılışıdır. Və necə açılışdır? Üstə gəlmədə həmişə çıxma yazılır. 40 çıxılsın 30. Bərabər t bölü 2-yə. 40-dan 30 çıxırıq. Kosinus 10 bərabərdir t bölü 2-yə. Bizdən nəyi soruşur? Bizdən də t-ni soruşur. T bərabərdir 2 kosinus 10. Baxırıq variantlara. Əgər 2 kosinus 10 varsa, yazırıq, işarəliyirik 40-cı sualda. Yoxdursa, onda onu çevirməklə gətirək yazaq. Məsələn, kosinus, baxıram, hal-hazırda bu yoxdur, düzdür uşaqlar. Çevirməklə necə yaza bilərəm kosinus 10-u? Bunun yerinə sinus deməli 80 yazmaq mümkündür. Və yaxud başqa nə cür yaza bilərik? Uşaqlar, variantlara baxın. Y bəndində bir dənə diqqət eləyin. Görürsünüz, 2 sinus 100 yazılıbdır. Bu 100-ü biz açıb 2 sinus 90 üstə gəl 10 yaza bilərik. 90 dərəcədə də ad dəyişər, 2 kosinus 10 olar. Görürsünüz, 2 ifadənin qiyməti bir-biri ilə eynidir. Deməli, bizim cavabımız Y bəndidir. Burada biraz cavabı dolanbaclı veriblər uşaqlar. Cavabdan misala gəldik, belə deyərdim ki, diqqətli olsaz yaza bilərsiniz deyə düşünürəm. Baxaq növbəti sualımıza 41-ə. Qəşəng bir yol idi, orada variantdan gəldik. Baxaq 41-ci sualımıza. Deməli, tangens alfa çıxaq betanı mənfi 18, kotangensi 2 verib, tangens alfa çıxaq beta ifadəsinin qiymətini soruşur bizdən. Gəlin görək biz nə yaza bilərik əslində. Tangens alfa çıxaq betanın açılışına görə biz sürətdə yazmalıyıq belə. Tangens alfa çıxaq tangens beta, məxrəcdə isə 1 üstə gəl, tangens alfa vuraq tangens beta. Bax, biz bu ifadənin qiymətini axtarırıq. Gəlin görək sürətdə verilən, yuxarıda verilən ifadələrlə necə alarıq bu ifadənin qiymətini. Uşaqlar, gəlin belə bir iş görək. Gəlin açılışından yazaq ifadələrimizi. Düşünürəm ki, açılışından yazsaq bir şey alarıq. Yəni necə? Tangens alfa gördüyüm yerə yazıram sinus alfa bölək kosinus alfa. Çıxaq, tangens betanın yerinə sinus beta, kosinus beta bərabər mənfi 18. Deməli, məxrəclərimizi ortaq məxrəc etsək, kosinus alfa, kosinus beta. Deməli, çarpaz vururam sinus alfa, kosinus beta. Çıxılsın, kosinus alfa, sinus beta. Çarpaz vurub sürətə yazdım, bərabər mənfi 18-ə. Sürət, uşaqlar, görürsünüz sinus, kosinus, kosinus, sinus şəklində verilibdir. Sinus alfa çıxaq betanın açılışıdır. Məxrəc isə kosinus alfa, kosinus beta bərabərdir mənfi 18-ə. Bunu birazca balacalandıraq. Bir dəqiqə. Sonra kesit alaq, digər tərəfi də sadələşdirək. Bir dəqiqə. Bu burada kənarda dursun. Kesit alaq, indi digər tərəfi sadələşdirək. İndi isə ikinci tərəfi sadələşdirək uşaqlar. Deməli, kotangens alfanın yerinə yazıram. Bir dəqiqə. Kosinus alfa bölünsün sinus alfa. Çıxaq. Kotangens betanın yerinə kosinus beta, sinus beta bərabər 2. Uşaqlar, sinus alfa, sinus beta əkobumuz olur sinus alfa, sinus beta hasili. Sürəti çarpaz vursaq, kosinus alfa, sinus beta. Çıxılsın, kosinus betanı da sinus alfaya vurarıq. Olar kosinus beta,
sinus alfa bərabərdir 2. Deməli, sürətdə bir kosinus, bir sinus olanda biz bilirik ki, bu şəkildə olanda sinusun açılışıdır. Sinus alfa çıxılsın betadır. Məxrəc də sinus alfa, sinus beta deməkdir. Bərabərdir 2-yə. Bu ifadəni də biraz balacalaşdıraq. Sualımız biraz çox yer tutur. Bir dəqiqə. Bu da burada dursun. İndi gəlin bu sürətdəki ifadəmizi açaq uşaqlar. Sürətdəki ifadəmizə baxaq. Sürətdə tangens alfa çıxaq, tangens beta yazılıb, düzdür? Gəlin tangens alfa, tangens betanın yerinə sinus alfa çıxaq, sinus bircə dəqiqə kosinus alfa yazaq. Çıxaq, tangens betanın yerinə sinus beta, kosinus beta yazıram. Uşaqlar, diqqətlə baxsanız, sinus alfanın kosinus alfaya, sinus betanın kosinus betaya ifadəsinin çıxılanda qiyməti, baxın, burada verilibdir, görürsünüz, -18-dir, həmin ifadənin qiymətidir. Sürət -18-dir. Məxrəcə baxaq, 1 üstə gəl, tangens alfa vuraq, tangens beta var. Bəs, gəlin görək bu tangens alfa, tangens beta ifadəsini necə taparıq? Uşaqlar, burada gördüyümüz, bax, bu sonda gördüyümüz bu iki ifadə ki var. Bu iki ifadəni çarpaz bir-birinə vuranda, daha doğrusu bu ifadəni gəlin hər ikisini bir-birinə bölək. Deməli, sağ tərəfdəkini, baxın, bu birinci yazdığım ifadəni, gəlin bu ikinci yazdığımız ifadəyə bölək. Böləndə sinus alfa çıxaq betalar, deməli, ixtisar gedəcək. Baxın, bu hissələr bir-birlərlə ixtisar gedir. Sürətdə qalır. Deməli, sinus alfa, sinus beta, daha doğrusu bu ifadəmiz sürətdə mi qalır? Qoyun, buradan yazaq, tam açıq görək. Birinci tərəfi yazıram olduğu kimi. Sinus alfa çıxaq beta, sinus alfa, sinus beta. Böləndə ikinci tərəfi tərsinə vururuq. Deməli, sinus alfa çıxaq beta düşür aşağıya. İkinci yazdığımız ifadə. Kosinus alfa, kosinus beta da qalır sürətdə. Bərabərdir. Sinus alfa çıxaq betalarımız ixtisar gedir. Kosinus bölək sinus qaldı əlimizdə. Və bu kosinusun sinusa nisbəti bizə, uşaqlar, kotangensi verir. Gəlin belə yazaq. Kotangens alfa, kotangens betanı verir bizə. Və ifadələrimizin özünün qiyməti, uşaqlar, 2-nin 18-ə nisbətidir, düzdürmü? Bərabərdir və qabağından yazıram. 2-nin -18-ə nisbətidir. Bu ifadələrdə ixtisar gedir. -9-da 1 qalır. Tangens alfa, tangens betada isə ifadə tərsinə çönür. Yəni, -9-da 1-in tərsi olur -9. Deməli, sürətimizdə də bu ifadəmizi yazaq. -9. Deməli, olacaqdır burada müsbət 9 uşaqlar. Məxrəcimiz olur 10. 18-i 10-a bölürük. Olur 1,8 və qarşıda da mənfi var. Baxın, görürsünüz, burada mənfi var. -1,8. Cavab olur B bəndi. Biraz sual geniş sual idi. Hər birini ayrı-ayrılıqda açıb, sadələşdirib yazdım yerinə. Bəlkə də başqa bir asant yoluna yazmaq olar. Əgər başqa asant yol tapsam, bunu qısa video şəklində çəkib 41-ci sualı əlavədə yenə yükləyərəm. Baxarsınız. Baxaq 42-ci suala. 42-ci sual əslində 40-cı sualın tayıdır, uşaqlar oxşarıdır. Yenə də yazaq. Deməli, kök altında əmsallarının kvadratlarını yazıram. Kök altda 6-nın kvadratı, üstəgəl kök altda 2-nin kvadratı. Olur 6 üstəgəl 2, yəni kök altda 8. Verilmiş ifadədə hər bir əmsalı kök altda 8-ə bölürəm. Yəni kök altda 6 bölək kök altda 8, kosinus 70 dərəcə. Sonra çıxılsın, kök altda 2 bölünsün kök altda 8, sinus 70 dərəcə. İxtisarlarımızı eləyək. Deməli, 6 və 8 ixtisar gedir. 3 bölünsün 4 qalır. 4-dən 2 çıxır uşaqlar. Kök altda 3 bölək 2. Kosinus 70 dərəcə. Sonra çıxılsın, 2 və 8 ixtisar gedir, 4 qalır. 4-dən də 2 çıxır. 2-də 1, sinus 70 dərəcə. Uşaqlar, indi baxaq. Mən istəyirəm ki, yenə də kosinusa gətirək. Kök altda 3 bölü 2-ni kosinus neçə dərəcədə alır? 30 dərəcədə alır, düzdürmü? Buraya yazıram 30. 2-də 1-i sinus neçə dərəcədə alır uşaqlar? Sinus alır bunu 30 dərəcədə. Gördünüz? Kosinus, kosinus, sinus, sinus şəklindədir. Cüt-cüt olan da kosinusun açılışıdır və işarə tərsin olmalıdır. Toplamaq lazımdır. O
burada çıxaqdırsa biz üstə gələk yazırıq. Olur kosinus 100 dərəcə. 100 dərəcə. Baxaq. Deməli, bu neçənci sual idi? 42-ci sualdır, düzdürmü? 42-ci sualda cavabımız olacaqdır. Deməli, neçə? Hal-hazırda kosinus 100 dərəcə yoxdur heç birində. Bir də uşaqlar, burada biz ümumi ifadəni 40-cı sual kimi bir t ilə əvəz eləməliydik və t-ni də bölməliydik kök altda 8-ə. Baxın, belə aldıq. Kosinus 100 dərəcə bərabər t bölünsün kök altda 8. T-ni tapmaq istəsək, kök altda 8, 2 kök altda 2 deməkdir. 2 kök altda 2, kosinus 100 dərəcə yaza bilərik. Baxaq, görək varmı variantlarda? Əgər yoxdursa, yenə də çevirmə yaza bilərik. Variantlarda belə bir şey görmürəm, ona görə də gəlin sinusa çevirək. 2 kök altda 2, kosinus 100 dərəcəni, kosinus 90 üstə gələk 10 yaza bilərik. 90 dərəcədə ad dəyişir, 2 kök altda 2 olur sinus 10 dərəcə. Uşaqlar, ikinci rübə keçir. İkinci rübdə kosinus mənfi olduğuna görə qarşıya mənfi atırıq. Mənfi 2 kök altda 2, sinus 10 dərəcə, 42-də cavab olur D bəndi. Bax belə, 40-cı sualdan eyni idi, tay sualı idi bunlar. Gəlin 43-cü sualla davam edək. 43. Bir dəqiqə. 43-cü sualda nədir? Alfa plus beta pi böl 4-dür, yəni 45 dərəcədir. Və bizə bir ifadə verir, həmin ifadənin qiymətini soruşur. Gəlin bu ifadəni vurub açaq. Deməli, biri 1-ə vurduqda 1, tangens beta'ya vururam, tangens beta, sonra tangens alfa, üstə gəl, tangens alfa vurulsun, tangens beta. Bax, belə bir ifadə aldıq. Bu ifadəni açmaq üçün nə etməliyik? Burada tangens beta, burada tangens alfadır. Yaxşı düşmür. Alfa plus beta pi böl 4-ə bərabərdir. Düzdür uşaqlar. Gəlin hər tərəfi tangensləyək. Hər tərəfə tangens yazıram. Bu tərəfə də tangens yazıram. Tangens alfa plus beta bərabərdir. Tangens pi böl 4 45 dərəcədə 1-ə bərabərdir. Bu ifadəni açsaq, sürətimiz olar tangens alfa üstə gəl tangens beta. Məxrəcimiz isə 1 çıxaq tangens alfa, tangens beta bərabərdir 1. İfadəni çarpaz vursaq, tangens alfa üstə gəl beta bərabərdir. 1 çıxılsın tangens alfa. Burada yerim biraz çatmır. Bircə dəqiqə bu tərəfə görüm sürüşdürə bilirəmmi? Birazca da balacalandıraq. Bəs eləyər. Tangens alfa, tangens beta. Bu şəkildə yazdım. Bu mənfi tangens alfa betanı uşaqlar sol tərəfə keçirsək, alarıq belə. Tangens alfa üstə gəl tangens beta. Üstə gəl tangens alfa ilə betanın hasili bərabərdir. Sağ tərəfdə sadəcə bizdə qaldı 1. Yəni, ümumi bu ifadənin qiyməti 1-ə bərabərdir. Bax, bu gördüyünüz ifadənin qiyməti 1-dir. Kənarda da bir dənə 1-imiz var deyə. 43-cü sualda deməli cavabımız olur 2. 2 isə hansı bəndədir? D bəndindədir. 43-də cavab olur D. Keçid alaq 44-dən. Deməli, 44-də nə veribdir uşaqlar? Sadədir. Gəlin, baxaq. Deməli, sinus 3 pi böl 10, kosinusu verib, kosinus və sinus. Deməli, hər birindən bir ədəd yazılıbdırsa, deməli, sinusun açılışıdır. 3 pi böl 10, üstə gəl, pi böl 5. Əkob edək, 10 və 5-in əkobu. Yəni, birbaşa artıq mən düsturla bağladım, uşaqlar. 3 pi üstə gəl, 2 pi. Düzdürmü? Əkob edəndə belə toplayırıq. Sinus sürət olur 5 pi, məxrəc 10. İxtisar etsək, sinus pi böl 2. Pi böl 2 90 dərəcədir. 90 dərəcədə sinusun qiyməti 1-ə bərabərdir. 44-cü sualda cavabımız olur 1. Bax belə. Keçid alaq. Deməli, neçənci suala? 46-cı suala baxaq. 46-ya diqqətlə baxaq. Kosinus şəklində yazılıb. 68-in yerinə gəlin yazaq. Deməli, sinus 22. Yaza bilərikmi uşaqlar? Kosinus 14. Biraz səliqəsiz çıxdı. Gəlin bir daha yazım. Deməli, 46-cı sual. Kosinus 68-in yerinə yazıram. Sinus 22. Kosinus 14'ü olduğu kimi yazıram. Üstə gəl, kosinus 22. Kosinus 76'nın yerinə də uşaqlar sinus 14 yaza bilərik. Məxrəcə baxaq. Məxrəcdə də hamısını kosinusdan veriblər. Gəlin burada da dəyişiklik eləyək. Məsələn, kosinus 53'ün yerinə yazaq.
sinus 37. Düzdürmü? Kosinus 1'i olduğu kimi yazıram. Çıxaq. Kosinus 37. Məqsədim uşaqlar düstura gətirməkdir. Kosinus 89'un yerinə də yazıram. Sinus 1. İndi isə baxaq. Hər tərəfdən elə bir dənəsini dəyişdim. Sürətdə 1 sinus 1 kosinus olduğuna görə sinusun açılış düsturudur. 22 və uşaqlar 14'ü toplayıram. 22'nin üstünə 14 gəlirəm. Eləyir neçə? 36 dərəcə. Məxrəcdə də yenə 1 sinus 1 kosinusdur. Ancaq işarət çıxmadı deyə bu dəfə çıxıram. Sinus 37'dən 1 çıxıram uşaqlar. Olur 36 dərəcə. Və bu dərəcələr bir-birləri ilə ixtisar gedir. Cavabımız olur 1. 46-cı sualda cavab 1. Keçid alaq. Növbəti suala. Bu tərəfi də silək. Baxaq. Biraz yuxarı edək. Deməli, 47-ci suala baxaq uşaqlar. Aha, 47-ci sual. Əlimdən gəldiyi qədər gərək bu sualda biraz xırda yazam ki, sual tam aydın olsun. Deməli, kosinus alfa çıxaq beta var, açılışı verilibdir. İstəyirəm mötərizənin içindəki bu ifadələri birinci sadələşdirəm uşaqlar. Tangens alfa vuraq, tangens beta çıxaq 1. Tangens alfanın yerinə gəlin yazaq sinus alfa bölək kosinus alfa. Tangens betanın yerinə isə yazıram sinus beta kosinus beta. Çıxaq 1. Deməli, məxrəc kosinus alfa, kosinus beta şəklində qalır. Sürət isə belə olur. Sinus alfa, sinus beta çıxılsın kosinus alfa, kosinus beta. Uşaqlar, məxrəc olduğu kimi qalır, düzdür, kosinus alfa, kosinus beta şəklində. Sürətimiz isə bizə kosinus alfa üstəgəl betanın açılışını verir. Bax belə. Baxın, biz birinci ifadənin bunun qiymətini tapdıq. Keçid alaq digər tərəfdəki o 1 üstəgələk tangens alfa, tangens beta ifadəsinin qiymətinə. Bax, bunun qiymətinə. Onun qiyməti isə bu şəkildə olacaqdır. Məxrəcimiz kosinus alfa, kosinus beta. Sürətdə uşaqlar üstəgəlmə olanda da biz tərsinə çıxma yazacağıq. Kosinus alfa çıxaq beta. Bu şəkildə olacaqdır onun da sürəti. Deməli, necə alırıq? Ümumi ifadəmiz belə oldu. Kosinus alfa çıxaq beta vurulsun. Burada kosinus alfa üstəgəl beta, məxrəc kosinus alfa, kosinus beta. Sonra üstəgəl ikinci mötərizəmizin yeri kosinus alfa çıxaq beta, məxrəc yenə kosinus alfa, kosinus beta vurulsun kosinus alfa üstəgəl beta. Gördüyünüz kimi aldığımız ifadələr eyni ifadələrdir. Yəni bir ifadədən bizdə 2 dənədir. Yazırıq, məxrəcimiz kosinus alfa, kosinus beta şəklində qalsın. Sürətimiz isə olacaqdır 2 kosinus alfa çıxaq beta və kosinus alfa üstəgəl beta şəklində. İndi isə baxaq davamına. Bəli uşaqlar, burada deməli nəyə diqqət etmək lazımdır? Baxın, bu hissədə bircə dəqiqə. Bizdə birinci hissəki yazdıq. Baxın, bircə dəqiqə göstərim sizə. Baxın bura. Bu hissədə düsturda açılışda bizdə əslində kosinus alfa, kosinus beta çıxılsın sinus yazılmalıdır. Misalda yeri dəyişik olduğuna görə biz qarşıya bir ədəd mənfi atmalıyıq. Baxın bura. Həmin mənfi də burada qarşıda durur. İfadələrimizin də eyni ifadələrdir. Biri mənfi, biri müsbət olduğuna görə bir-birləri ilə birbaşa islah gedir və cavabımız qalır, deməli 0. Burada yeri dəyişik olduğuna görə qarşıya mənfi atmaq lazımdır. Və toplayanda da cavab olur 0. 47-ci sual cavab 0. Keçid alaq 48-ə. 48-də deməli tangenslə bağlı bir ifadə veribdir. Gəlin tangensin qiymətlərini açaq. Deməli uşaqlar, 48-də görürsünüz tangens kvadrat alfa çıxaq tangens kvadrat beta yazılıbdır. Gəlin bu ifadəni açaq. Belə açıram. Deməli, tangens alfa çıxaq tangens beta və tangens alfa üstəgəl tangens beta. Eyni qaydada məxrəci açıram. 3-cü müxtəsər əsasən 1 çıxaq tangens alfa, tangens beta və 1 üstəgəl tangens, buranı üstəgəl edək, 1 üstəgəl tangens alfa, tangens beta şəklində açıram. Bərabər. Deməli, uşaqlar, çıxma ilə üstəgəlmə olan hissə, baxın, necə göstərim. Bu hissə ilə bu hissə bizə tangensin açılışını verir.
necə açılışını verir? Tangensin toplama düsturunun açılışını verir. Baxın, biz bu hissənin yerinə tangens alfa çıxaq beta yaza bilərik. Vurulsun. Bu üstə gəlmə olan hissə ilə çıxma olan hissədə bizə tangens alfa üstə gəl betanın açılışını verir. İndi qiymətləri yerinə yazaq. Alfa plus beta 70'dir. Alfa çıxaq beta isə 20'dir. Deməli, tangens 20 vuraq, tangens 70 dərəcə alırıq. Düzdürmü biz? Sonrasına baxaq. Tangens 20 vurulsun, tangens 70 nəyə bərabərdir? Məsələn, biz tangens 20'nin yerinə deməli, çevirmə düsturlarına əsasən kotangens 70 yaza bilərik. Düzdürmü uşaqlar? Tamamlayıcısını. Vuraq tangens 70. Tangensin, kotangensin bir-birinə hasili 1'ə bərabərdir. Əsas trigonometrik eyniliyə görə. 48'də cavab olur 1. Keçid alaq növbəti suala 49'a. Yenə tangensin açılışından bağlı bir misaldır. 49'a baxaq. Uşaqlar, alfa beta dərəcə ölçüləri müsbət olan iti bucaqlarda alfa plus betanın dərəcə ölçüsünü bizdən soruşur. Gəlin, tangens alfa plus beta ifadəsini tapaq. Deməli, açılışa görə tangens alfa üstə gəl tangens beta, məxrəc isə 1 çıxılsın, tangens alfa, tangens beta olmalıdır. Qiymətləri yerinə yazsaq, tangens alfa gördüyümüz yerə 2, tangens beta gördüyümüz yerə 3 yazaq, 1 çıxılsın, 2 vuraq 3. Sürət olur 5, biraz daha qəşəng yazaq. Sürət olur deməli 5, məxrəc olur 1 çıxılsın 6, yəni -5. Düzdürmü? İxtisar gedir, -1 qalır. Bizdən isə alfa plus betanın dərəcə ölçüsünü soruşur. Yəni tangens alfa plus beta bərabərdir -1'ə. Alfa plus beta uşaqlar tangens 1'i 45 dərəcədə alır, ancaq -1'i uşaqlar 135 dərəcədə alır. Ona görə alfa plus betamız olur 135 dərəcə. 49'da cavab 135. Aha, gəlin 51-ci suala baxaq. 51-ci sualda maraqlı sualdır. Bu sualın şəkli uşaqlar bizdən alfanı soruşur. Tangens alfanı soruşur. Gəlin keçid alaq. Bax bura. Bu şəklə diqqətlə baxaq. 51-ci sual. Bizdən tangens alfanı soruşur. Əlimdən gəldiyi qədər şəkildə yaxşı göstərməyə çalışacağım uşaqlar. Baxın, bu hissiyə bir A deyirəm. Bu hissiyə də bir B deyirəm. A və B. Tangens alfa belə nəzərdə tuturam ki, alfa A və B-nin cəminə bərabərdir. Yəni mən əslində tangens A plus B-ni axtarıram. Bunu da necə açmalıyam? Sürətdə tangens A üstə gəl tangens B, məxrəcdə 1 çıxaq tangens A, tangens B şəklində açmalıyam. Bəs gəlin görək bizim tangens A-mız B-miz nəyə bərabərdir? Biz bilirik ki, deməli uşaqlar, tangens qarşı katetin, baxın görürsünüz, qarşı katet 1, bitişik katetə nisbətidir. Bitişik katetim də buradır, 2. 1'in 2'yə nisbət. Tangens A gördüyüm yerlərə 1/2 yazıram. İndi isə keçək tangens B-nin hissəsinə. Tangens B isə yenə qarşı katetin, baxın qarşı katet buradır. Baxın burada göstərim. Qarşı katet bu hissədir. 2 damadır. Bitişik katet isə baxın buradan bura gələn hissədir. Qalınlaşdırıram 3'dür. Bəlkə bunu başqa rənglə eləyim. Bircə dəqiqə. Baxın bu hissəsini başqa rənglə eləyəcəm. Bura 2 idi. Burada olsun bax belə. Düzdürmü? Bu hissədə olur 3. Göstərək. Bu hissədə olsun 3. Göstərə bilmirəm. 3'dür. 2'nin 3'ə nisbətidir. Deməli, qarşı katetin bitişik katetə nisbəti 3'də 2'dir. Tangens B gördüyüm yerlərə də 3'də 2 yazıram. Deməli, 2'lər ixtisar gedir. Sürətdə 2'də 1 və 3'də 2'ni toplasaq, əkobla gərək toplayaq. 6'dır. 3 və 4, 7 eləyir, səhv etmirəmsə. Məxrəcimiz isə 1 çıxaq 3'də 1 olur 3'də 2. Deməli, məxrəc olur 12, sürət olur 21, 3'ə ixtisar etsək 4'də 7. Bu açıq sualdır. 4'də 7'ni onluq kəsirlə yazaq. Onluq kəsirlə bu eləyəcək 1/75. Deməli, 51-ci sualda cavabımız olur 1/75 şəklə əsasən. Keçid alaq növbəti sualımıza 52'yə. Baxaq. Baxaq
görək. 52. Tangens alfa betanın yenə də qiyməti var. Sürətdə bir ifadə verilib bizə. Kosinus alfa çıxılsın beta. Məxrəcdə də yenə bir ifadə var və bu ifadələrin qiymətini bizdən soruşur. Uşaqlar, tangens alfa sinus alfa bölünsün kosinus alfa deməkdir. 3-ə bərabərdir. Tangens beta isə sinus beta bölünsün kosinus beta bərabərdir 2 deməkdir. Gəlin sadələşdirək. Deməli, biz buradan sinus və kosinusun qiymətlərini yaza bilərik. Eyni ifadələri gətirəcəyik daha sonra. Deməli, ilk öncə sürətdə verilmiş ifadəni açıram. Yəni, kosinus alfa, kosinus beta, üstəgəl sinus alfa, sinus beta şəklində. Məxrəcim isə kosinus alfa, sinus betadır. Baxın belə. Deməli, neyniyək? Biz sinus alfa gördüyümüz yerə 3 kosinus alfa yaza bilərik. Düzdür, uşaqlar? Baxın. Burada sinus alfanın yerinə mən 3 kosinus alfa yaza bilərəm. Eyni şəkildə burada sinus betanın yerinə də 2 kosinus beta yaza bilərəm. Gəlin yazaq. Sinus alfanın yerinə başından yazıram elə. 3 kosinus alfa yazıram. Sinus betanın yerinə isə 2 kosinus beta yazaq. Bəs bu bizə nəsə bir şey verərmi? Aşağıda da sinus betanın yerinə 2 kosinus beta yaza bilərik. Sürətimiz nə olar? Kosinus alfa, kosinus beta. Üstə gəl 3 kosinus alfa, 2 kosinus beta. 6 kosinus alfa, kosinus beta. Deməli, sürətimiz kosinus alfa beta ilə 6 kosinus alfa betanı toplayanda 7 kosinus alfa, kosinus beta şəklində olacaq. Məxrəcimiz isə sinus betanın yerinə dedim ki, burada 2 kosinus beta yaza bilərəm. Yəni, olur belə 2 kosinus alfa, kosinus beta. Kosinus alfa betalar ixtisar getsə, sürətdə 7, məxrəcdə 2 qalar. Bu isə 3,5 deməkdir. Deməli, 52-ci sualda cavabımız oldu 3,5. Keçid alaq növbəti suala. 54-cü suala baxa bilərik uşaqlar. Gəlin 54-də də baxaq. 53 oxşarı deyil. 53-ə də baxaq, sonra 54-də keçək. 53-cü sualımıza baxaq. Deməli, kosinus 4x, kosinus x, sinus 4x, sinus x. Qoşa-qoşa veriləndə siz bilməlisiniz ki, kosinusun asılışıdır. 4x üstəgəl x. Yəni, kosinus 5x-dən söhbət gedir. Funksiyasının əsas dövrü neçə dərəcədir deyə soruşur. Uşaqlar, biz bilirik ki, kosinusun və sinusun dövrləri 2pi şəklindədir, düzdür? Biz 2pi-ni bölməliyik x-in qarşısında dayanan rəqəmə, yəni 5-ə. Baxın, bircə dəqiqə qoşa-qoşadır, bəli, kosinusdur və işarə də üstəgələk olacaqdır. Deməli, dövrünü tapanda ifadəni 2pi-ni biz bölməliyik x-in qarşısında duran rəqəmə. 2pi böl 5. Bizdən dərəcə ilə soruşur. Dərəcə qiymətini gəlin tapaq. Biz bilirik ki, pi 180 dərəcədir. 5-ə bölsək olur deməli 36 dərəcə. 36-nı isə bu qarşıdakı 2-yə vururuq. Burada yazım. 2 vur 36, 72 dərəcə. Aha, bax belə. 53-cü sualda cavab oldu 72 dərəcə. Keçid alaq 54-cü sualımıza. 54-də deməli kvadratlarla verilibdir bizə. Tangens kvadratı 45, çıxaq tangens kvadratı 28. Uşaqlar, burada bu kvadratları sadələşdirib də yaza bilərik ifadələri. Və yaxud kvadratları sadələşdirmədən də yaza bilərik. Baxaq görək hansı bizə daha da belə deyim də sərfəli olacaqdır ifadəsinin qiymətində. Gəlin sadələşdirib belə yazaq. Tangens kvadratı 45. Uşaqlar, 45 dərəcədə tangensin qiyməti 1. Kvadratı onsuz da 1 verir. Çıxaq tangens kvadrat 28-də belə yazıram. 1 çıxaq tangens 28 və 1 üstə gəl tangens 28. Sanki 3-cü müxtəsər vurma düsturunu açıram. Düzdürmü? Eyni şəkildə aşağıdakı ifadədə də tangens kvadratı 45 1 deməkdir. Yazıram 1 çıxaq tangens 28. Bir dəqiqə burada. Biraz düzəldək. Deməli, 1 çıxaq tangens 28 və 1 üstə gəl tangens 28. Bu da baxırıq ki, elə eyni ifadələr demək oldu. Bu ifadələrdə bir-birləri ixtisar gedir. Cavabımız olur 1. 54-də cavab 1. Bax belə. Keçid alaq 55-ci suala.
55-də baxaq görək nə var. Deməli, ABC üçbucağında ABVC təbələrində olan daxili bucaqlar uyğun olaraq alfa, beta və qammadır. Biz bilməliyik ki, daxili bucaqların cəmi alfa, beta, qammanın cəmi 180 dərəcə olmalıdır uşaqlar. Kosinus alfa, kosinus beta 0,2, sinus alfa, sinus beta 0,6 olarsa, kosinus qammanı soruşur bizdən. Uşaqlar, mən qammanı tapmaq üçün gərək 180 dərəcədən alfa plus betanı çıxam. Burada ifadələr kosinusla verilibdir. Mən hər tərəfi kosinuslamaq istəyirəm. Bərabərliyin sağ və sol tərəfinə özümdən kosinus yazıram. Bunu da mötərizədə yazaq ki, qarışmasın. Deməli, kosinus qamma bərabər, kosinus 180 dərəcədə adını dəyişmir, kosinus olaraq qalır. Kosinus alfa plus betaya bərabərdir. Uşaqlar, 180-dən çıxanda ikinci rübə düşür. İkinci rübdə kosinus mənfi olduğuna görə qarşıya da bir mənfi atmaq lazımdır. İndi, kosinus alfa plus betanı mən necə tapa bilərəm? Əlimdə hazır qiymətlər var. Baxın, kosinus alfa plus betanın açılışı bu şəkildədir. Kosinus alfa, kosinus beta çıxılsın sinus alfa, sinus beta. Düzdürmü? Bu bizim şablon düsturumuzdur. Kosinus alfa betanın qiyməti 0,2-dir. Çıxılsın sinus alfa betanın qiyməti isə 0,6-dır. Qalır mənfi 0,4. Düzdürmü? Baxın, mən buradakı mötərizənin içindəki ifadənin qiymətini mənfi 0,4 tapdım. Qarşıda da bir mənfi olduğuna görə ifadənin qiyməti müsbət 0,4 olmalıdır. Yəni, cavabımız 0,4. Özü də müsbət. 55-ci sualda. 0,4. Keçid alaq növbəti suallarımıza. Bu hissəni də silirəm. Bunları da silək. Baxaq, neçənci suala? 56-cı sualla davam edək. Deməli, tangens alfa plus beta bərabər mənfi 11-də 8 yazılıbdır. Gəlin birbaşa açılışını yazaq. Tangens alfa üstə gəl, tangens beta. Məxrəcə isə 1 çıxaq. Tangens alfa, tangens beta yazıram. Bərabərdir mənfi 11-də 8. Alfa plus betanın qiymətini özü 8 veribdir. Sürətə yazıram 8, 1 çıxaq. Tangens alfa, tangens beta öz yerində gözləyib. Bərabərdir mənfi 11-də 8-ə. Bərabərliyin sağ və sol tərəfindən 8-lərimizi ixtisar aparsaq, 1 çıxaq. Tangens alfa, tangens beta ifadəsinin qiyməti mənfi 11-ə bərabər olar. Deməli, mənfi tangens alfa, elə mənfisinlə yox, müsbətinlə birbaşa yazmaq istəyirəm. Məhsul çıxılanı tapma qaydasından uşaqlar. Tangens alfa, tangens beta bərabərdir. Azalandan fərqi çıxıram. Yəni, 1-dən çıxıram, mənfi 11-i olur 12. Tangens alfa vuraq beta hasilinin qiyməti olur 12. 56-cı sualda cavabımız 12-dir. Burada yazaq 12. Deməli, baxaq 57-ci suala. Lüfəmizi silirəm. Bu hissəni də silək. 57-ci sual. Deməli, nə verib bizə? Biraz istəyirəm, yaxınlaşdırım. Sinus alfa, kosinus beta üstə gəl sinus beta bizə bir ifadə verib və bizdən tangensi soruşur uşaqlar. Tangens alfa plus betanın qiymətini soruşur. Gəlin, vurub açaq bu ifadələri. Yəni, baxın, mötərizənin içərisinə vurub açıram. Sinus alfa, kosinus beta. Görək nə alınır. Üstə gəl, sinus alfa, sinus beta. Bərabərdir. Digər tərəfi də aşağıdan vurub açıram uşaqlar. Kosinusu kosinusa və sinusa vuracam. Kosinus alfa, kosinus beta. Çıxaq, kosinus alfa, sinus beta. Görək nə alırıq. Uşaqlar, istəyirəm ki, baxın bu mənfi ifadəni, görün mən bunu biraz daha kiçildə bilsəm, sizin üçün daha rahat olar. Bircə dəqiqə bu ifadəni kiçiltməyə çalışacağım. Yox, alınmadı belə. İstədim qarşı-qarşıya olsun ki, daha rahat görəsiz, amma eyb yox. Deməli, sinus alfa, kosinus beta ifadəsidir, düzdür? Mənfi kosinus alfa, sinus betanı keçirdirəm bu tərəfə. Olur müsbət kosinus alfa, sinus beta. Bərabər, bu tərəfdə kosinus alfa, kosinus beta var. Buradakı müsbət sinus alfa, sinus betanı da bunun yanına keçirdirəm. Mənfi sinus alfa, sinus beta olur. Birinci tərəf mənə sinusun açılışını verir. Sinus alfa plus betanın. İkinci tərəf isə kosinusun deməli açılış düsturunu verir. Kosinus alfa üstə gəl betanın. Və belə.
Bizdən isə 57-ci sualda tangensi soruşur. Tangensi soruşursa, hər tərəfi kosinus alfa plus beta'ya bölmək lazımdır. Baxın, buranı da kosinus alfa plus beta'ya bölürəm. Bu tərəfi də kosinus alfa üstə gəl beta'ya bölürəm. Bu hissələr ixtisar gedir. Birinci tərəf isə bizə verir tangens alfa üstə gəl betanı. Sağ tərəfimiz isə deməli ixtisar gedir, qalır 1. Deməli, tangens alfa plus betanın da qiyməti olur 1. Bizdən də elə bunu soruşurdu. Aha, keçid alaq neçənci suala baxaq. 58-ci sualla davam edək uşaqlar. Bu hər tərəfi bölmə qaydasını biz əvvəlki bölmələrdə də işləmişdik. Belə bölüb tangensə gəlirdik. Sinus alfa betanın cəmi 1-dir, kosinusun cəmi kök altı 2-dir. Bizdən kosinus alfa çıxaq betanı soruşur. Verilmiş ifadələri, yəni sinus alfa üstə gəl sinus beta bərabərdir 1. İfadəsini mötərziyə alıram, kvadrata yüksəldirəm. Olur, birincinin kvadratı üstə gəl hasilinin 2 qatı 2 sinus alfa sinus beta. Üstə gəl ikincinin kvadratı sinus kvadrat beta bərabər 1-in kvadratı 1. Uşaqlar, digər ifadəni də mötərziyə alıb kvadrata yüksəltsək, baxın burada. Bu 1-i biraz balaca yazım. Burada. Baxın, buradakı ifadəni də bu şəkildə mötərziyə alıram və kvadrata yüksəldirəm. Kosinus kvadratı alfa, üstə gəl 2 kosinus alfa, kosinus beta, üstə gəl kosinus kvadratı beta, kök altda 2-nin də kvadratı verir 2. Baxaq, sinus kvadratı alfa, kosinus kvadratı alfa cəmi bizə verir 1. Sinus kvadrat beta, kosinus kvadrat beta cəmi də yenə 1 verir. Üstə gəl. Bu gördüyümüz ifadələrdən içini mötərizə xaricinə çıxardırıq və tərəf-tərəfə toplayanda biz deməli qoşa-qoşa olanda kosinusda işarəni tərsinə yazırıq uşaqlar. Üstə gəlmədisə çıxaq yazırıq. Alfa çıxaq beta bərabər bu 1 ilə 2-ni də toplayırıq, olur 3. Bu 1-ləri toplasaq eləyir 2. 2 kosinus alfa çıxaq beta bərabər 3 çıxılsın. Həmin 2-ni də keçirdirəm sağ tərəfə. 2 kosinus alfa çıxaq beta bərabərdir 1-ə. Kosinus alfa çıxaq beta da bərabər 2-də 1-ə. Yəni 0,5-ə. Cavabımız olur 58-ci sualda 0,5. Bax belə. 59-cu sualda da eyni qayda ilə yazırsınız. Deməli, mötərziyə alıb kvadrata yüksəldirsiniz uşaqlar. Sonra tərəf-tərəfə toplayanda həminki ifadəni alacaqsınız. Gəlin baxaq neçənci suala? 60-cı suala. 60 biraz digərlərindən fərqli görünür. Deməli, sinus kvadratı alfa yazılıb, sonra sinus kvadratı alfa çıxılsın pi bölü 3 üstə gəl. Eyni şəkildə sinus kvadrat alfa üstə gəl pi bölü 3 ifadəsinin qiymətini soruşur bizdən. İfadəni buraya yazmaq istəmirəm. İstəyirəm biraz yaxınlaşdıraq bircə dəqiqə. Deməli uşaqlar, ilk öncə dərəcəni aşağı salma düsturunu tətbiq etməliyəm 60-cı sualda. Çünki burada ifadələr kvadratla verilibdir. İstəyirəm ki, hər birini ayrı-ayrılıqda yazam. Çünki ümumi bir yerdə biraz yerimiz çatmaz. Sinus kvadratı alfanın dərəcəsini aşağı salma düsturu deməli bu şəkildədir. 1 çıxılsın kosinus 2 alfa bölə 2. İkinci ifadənin dərəcəsini gəlin aşağı salaq. Sinus kvadratı alfa çıxaq pi böl 3. Dərəcəsini bu şəkildə aşağı salıram. 1 çıxılsın kosinus. Uşaqlar 2-yə vururam. Sanki mötərizənin içində 2-yə vurmuşam. 2 alfa çıxaq 2 pi böl 3. Məxrəcimizdə isə 2 var. Digər ifadəni də yazaq. Sinus kvadrat alfa üstə gəl pi böl 3-dür. Bərabər 1 üstə gəl. Ay, bircə dəqiqə üstə gələk yox. Çıxaq. Sinus da həmişə çıxaqdır uşaqlar. 1 çıxaq. Kosinus 2-yə vururam mötərizənin içini. 2 pi üstə gəl alfa 2-yə vurduqda 2 pi böl 3. Bu şəkildə. Burada da pi deyil alfadır. Bircə dəqiqə düzəldək. Pozanımızı biraz balacalandırım. Baxın bura. 2 alfa üstə gəl 2 pi böl 3. Məxrəcimiz isə 2. Bu şəkildə hər birinin dərəcəsini aşağı saldıq. Hər birinin dərəcəsini aşağı saldıqdan sonra bunların hər biri mötərizənin içində idi də uşaqlar. Daha doğrusu bunların arasında işarə üstə gəlməlidir. Gəlin bu ifadələri toplayaq. Hər birinin məxrəci 2 olduğuna görə məxrəc 2 olaraq qalır. Sürətdəki ifadələri toplayıram. 1 çıxaq kosinus 2 alfa. Bu şəkildə üstə gəl 1 çıxaq kosinus 2 alfa çıxaq 2 pi böl 3.
üstə gəl 1 deməli 1 çıxılsın kosinus 2 alfa üstə gəl 2 pi böl 3. Belə bir ifadə aldım. Yuxarı hissəni biraz kiçiltmək istəyirəm. Yerimizi balacalandıraq. Aha. Bunu buradan yazaq. Bir dəqiqə. Aha. Belə. Gəlin bunu da biraz balacalandıraq ki, yerimiz çatsın. Bir dəqiqə. İndi isə uşaqlar balacalandırdım. İndi davam eləyək. Məxrəcimiz 2-dir. Sürətdəki birləri toplayıram. Eləyir 3. Çıxılsın. İndi gəlin baxaq. Burada görürsünüz 2 dənə bizim əlimizdə kosinus 2 alfa çıxaq 2 pi bölü 3 və kosinus 2 alfa üstə gəl 2 pi bölü 3 ifadəsi var. Bu mənfi kosinus 2 alfanı da yazıram. Bu hələlik burada yerində dursun. Kosinus 2 alfa. Deməli, bu ifadələrin də hər biri mənfidirlər. Bunlara uşaqlar son iki hədd üçün də, bax bu ikinci hədlərimiz üçün, baxın bunlar üçün, bu ifadələr üçün. Deməli, cəmdən hasilə keçmə düsturunu tətbiq eləyəcəm. Cəmdən hasilədə necə keçirəm uşaqlar? Qarşısında mənfi var bunların, mənfisini yazıram. 2 kosinus, bu ifadələrdə 2 alfa, baxın kənarda göstərirəm. 2 alfa çıxaq 2 pi böl 3 ilə 2 alfa üstə gəl 2 pi böl 3 ifadələrini bir dəfə toplayıram. Toplayanda aydındır ki 2 pi böl 3'lər islah gedir. Görürsünüz? 2 alfalar toplanılır 4 alfa olur. Kosinus 4 alfa. Bir dəfə də bu ifadələri deməli çıxıram. Gəlin çıxaq. Aralarına çıxma yazıram. 2 alfa çıxaq 2 pi böl 3. Çıxılsın 2 alfa çıxaq 2 pi böl 3. Burada deməli 2 alfalar islah gedir və 2 pi böl 3 ifadələrimiz məxrəc 3 olur. Sürət isə olur 4 pi. Mənfi 3-də 4 pi. Kosinus mənfini udduğuna görə onsuz da yazırıq elə birbaşa kosinus müsbət 4 pi bölünsün 3. Geriyə qalan ifadələri artıq silirəm. Bu sadələşdirmə hissəsini göstərməyimizə məncə ehtiyac yoxdur. Başa düşdünüzsə. Bir dəqiqə. Burada kəsir xəttimizi də uzadaq. Aha, bu şəkildə. Deməli, gəlin baxaq görək burada nə alırıq uşaqlar. Deməli uşaqlar, burada baxın 4 pi böl 3'ün dərəcə qiymətini gətirib yerinə qoysaq, pi 180 dərəcədə 3'ə böləndə 64'də vururuz 240 dərəcə və çevirmə düsturu ilə yazanda bu hissəmizdə bizdə kosinus 2 alfa alınacaqdır. Özdə müsbət kosinus 2 alfa alınacaq. Deməli, baxın yazıram 3 çıxılsın kosinus 2 alfa. Üstə gəl bu tərəfdə müsbət kosinus 2 alfa alınacaq. Məxrəc 2-dir. Bu ifadələr bir-birləri ilə islah gedir və 0 qalır. Sürətimiz olur 3, məxrəc 2. İfadəmizin qiyməti isə olur 1,5. 60-cı sualda. İndi isə keçək 61-ci sualla davam edək. Sual biraz böyükdür. Əlimdən gəldiyi qədər burada yerləşdirdim. Axır hissəsini biraz birbaşa getdim uşaqlar. Burada sadəcə dərəcə qiymətidir. Mənə gəlir ki, hesablasaz həmin hissəni tapa bilərsiniz. Sizin üçün o hissə məncə artıq rahat olar. 61-ci sualdan gəlin burada qeydləri yazaq. Tangens bucaq A4-də 3-dür. Şəkil deyəsən digər tərəfdədir. Tangens bucaq B isə 7-də 1'dir. Bucaq C-nin dərəcə ölçüsünü soruşur bizdən. Keçək növbəti səhifəyə. Aha, yox, şəkili yoxdur. Biz özümüz yazmalıyıq. ABC bucağında, aha, gəlin baxaq. Elə bildim şəkildən verir uşaqlar. Deməli, neyinidir uşaqlar? Burada A bucağına bir A, B-yə B deyək. Bucaq C-ni də C-ilə işarə edirəm. A, B, C-nin cəmi 180 dərəcə olmalıdır. Düzdür, bucağın daxili bucaqlarının cəmi. C-ni tapmaq istəsək, 180-dən gərək A plus B-ni çıxaq. Hər tərəfi tangesləsək, tangens C bərabərdir. Tangens mötərizədə 180 çıxılsın A plus B. Düzdürmü? Tangens C yenə də bərabərdir. 180 dərəcədə A dəyişmir. Tangens A plus B olaraq qalır. İkinci rübə düşdüyünə görə qarşıya sadəcə mənfi atırıq. Deməli biz tangens A üstə gəl B-ni tapmalıyıq. Bəs bu ifadəni necə tapırıq? Mənfi. Sürətdə tangens A üstə gəl tangens B. Məxrəcdə isə 1 çıxılsın tangens A tangens B. Alırıq. Bir qədər bu hissəni də kiçildək.
Sizə rahat olsun. Aha, davam edək. Deməli, bu ifadənin qiyməti necə olur uşaqlar? Mənfisi var qabaqda. Tangens A gördüyümüz yerə 4-də 3 yazırıq. Üstə gəl, tangens B gördüyümüz yerə 7-də 1. 1 çıxılsın, 4-də 3 vurulsun, 7-də 1. Mənfi qarşıda durur. 4 və 7-nin əkubu 28-dir. Sürət olur 21, 4, 25. Məxrəcə baxaq. 4-də 3-ü 7-də 1-ə vururuq uşaqlar. Eləyir 28-də 3. 1-dən 28-də 3 çıxdıqda isə 28-də qalır 25. İfadə ixtisar gedir və mənfi 1 qalır. İndi gəlin qaydaq başa. Deməli, tangens bucaq C-mizi aldıq. Bizdən də orada dərəcə qiymətini soruşur, səhv etmirəmsə. Bucaq C-nin dərəcə ölçüsünün qiymətini soruşur. Gəlin burada kənarda bir yerdə göstərim. Bircə dəqiqə kənarda göstərək. Uşaqlar, bax, burada bir yerdə yazıram. Tangens bucaq C bərabər mənfi 1-ə. Bucaq C, uşaqlar, tangens 1-i alır düzdür 45 dərəcədə. Mənfi 1 olduqda isə 135 dərəcədə. Aydındır. Deməli, bucaq C-miz oldu 135 dərəcə. 61-ci sualda cavabımız 135 dərəcədir. Aha, keçid alaq növbəti səhifəyə. Baxaq. Silək lövhəmizi. Bircə dəqiqə. Aha. 62-ci sualda nə verir uşaqlar? Tangens alfa vurulsun, kotangens beta ifadəsinin qiymətini soruşur bizdən 62-də. Gəlin baxaq. Sinusun asılışını yaza bilərik. Sinus alfa, kosinus beta çıxılsın. Kosinus alfa, sinus beta bərabər 0,3. Digər ifadəni də açaq. Sinus alfa, kosinus beta üstə gəl, kosinus alfa, sinus beta bərabər 0,5. İndi isə gəlin uşaqlar, bu ifadələri tərəf-tərəfə toplasaq, görək nə alarıq. Tərəf-tərəfə toplasaq, bu mənfi kosinus alfa, sinus beta ifadələrimiz islah gedər. 2 sinus alfa, kosinus beta ifadəsini alarıq. 0,3 və 0,5-i də toplayırıq. 0,8 sinus alfa, kosinus beta 0,8-i də 2-yə bölürəm, 0,4-ə bərabərdir. Tangens alfa vuraq, kotangens beta soruşur. Düzdür uşaqlar. Tangens alfanın yerinə yazıram sinus alfa bölək kosinus alfa. Kotangens betanın yerinə kosinus beta bölək sinus beta yazıram. İndi baxaq. Deməli, sürətimiz olur sinus alfa, kosinus beta. Düzdür, bax bu ifadənin qiyməti 0,4. Məxrəcə baxıram. Kosinus alfa, sinus beta verilibdir uşaqlar. Yerləri artıq burada dəyişikdir. Kosinus alfa, sinus betanı isə necə tapardıq? Bizim yuxarıdakı aldığımız bu tənlik ki var. Uşaqlar, baxın, gördüyünüz bu tənlik. Bu tənliyi bir dəfə tərəf-tərəfə toplamışdıq, düzdür? Bəs tərəf-tərəfə çıxsaq nə alarıq? Yuxarıda verilən tənliyi tərəf-tərəfə çıxsaq. Deməli, birinci tərəflər o zaman islah gedər. Mənfi 2 kosinus alfa, sinus beta bərabər 0,3-dən 0,5 çıxarıq. Mənfi 0,2. Hər tərəfi mənfiyə bölsək, kosinus alfa, sinus beta 0,2-ni 2-yə bölərik. Deməli, onlar neçə? 0,1. Düzdürmü? Bu ifadənin də yerinə yazıram 0,1. Vergülləri çəksək, 4-ün 1-ə nisbəti olar və cavabımız olar. Deməli, 4. 62-ci sual cavab olur 4. Keçid alaq növbəti sualımıza. 63-cü suala baxaq uşaqlar. Kosinusun, gəlin açılış düsturuna əsasən yazaq. Deməli, biz necə yazmalıyıq? Kosinus alfa, kosinus beta. Alfanın yerinə bizdə arc kosinus, biraz sərgəli yazaq. Deməli, belə. Kosinus alfanın yerinə arc kosinus 5-də 3 durur. Yazıram arc kosinus 5-də 3. Sonra kosinus beta yazmalıyıq. Betanın yerinə durur arc kosinus 5-də 4. Sonra işarət çıxaqlı deyə biz üstə gələk yazırıq. Keçirik sinus alfa yazmalıyıq. Alfanın yerinə bizdə durur arc kosinus 5-də 3. Sinus beta yazmalıyıq. Betanın yerinə bizdə durur arc kosinus 5-də 4. Bərabərdir. İndi gəlin bu ifadələri açaq.
Tərs trigonometrik funksiyalarda da dediyimiz kimi, sanki bu kosinuslar bir-birlərini ixtisar aparır və qalır 5-də 3 vurulsun 5-də 4. Üstəgəl, bu hissədə isə uşaqlar sinus, ark, kosinus olduqda kök altda 1-dən çıxırıq 5-də 3-ün kvadratını. Yəni, 1 çıxılsın 25-də 9, 25-də 16 eləyir. Düzdür uşaqlar? 25-də 16-dan da 5-də 4 çıxır. Deməli, bu ifadəni yerinə yazıram. 5-də 4 vurulsun. Sinus, ark, kosinus 5-də 4-ümüz də 1 çıxaq yenə eyni qaydada hesablayanda 5-də 3 olacaqdır. Aşağıdakı ifadəni silirəm. Çıxılma hissəsi əgər sizə aydın oldusa. Sinus, ark, kosinus olanda mütləq kök altda 1 çıxaq x kvadrat şəklində yazmaq lazımdır uşaqlar. İndi isə gəlin baxaq. Birinci tərəfimizdə deməli cavab olur 25-də 12. Üstəgəl ikinci tərəfdə 25-də 12-dir. Toplayaq. Məxrəclərimiz eynidir. 25-də 12-ləri toplayırıq. 24 eləyir. Açıq sualda onluq kəsirinə yazaq. 100-də 96. Bunu da 0,96 şəklində yaza bilərik. 63-cü sual idi. Cavab olur 0,96. Baxın bu şəkildə. Keçid alaq. Deməli, neçənci suala? 64-cü suala. 64. Baxaq. Deməli, 64-də 13x bərabərdir pi bölü 3-ə və bizə ifadələr verilibdir. Gəlin bu ifadələri sadələşdirək. Müxtəsər vurma düsturuna əsasən sadələşdirək uşaqlar. Birincinin kvadratı olur sinus kvadrat 7x. Çıxılsın. Birincinin ikinciyə vurma hasilinin 2 qatı 2 sinus 7x sinus 20x. Üstəgəl ikincinin kvadratı sinus kvadrat 20x. Üstəgəl, indi keçirik ikinci mötərizəni sadələşdirməyə. Kosinus kvadrat 7x çıxılsın. Hasilinin 2 qatı, yəni 2 kosinus 7x kosinus 20x. Üstəgəl ikincinin kvadratı kosinus kvadrat 20x şəklində. Bərabər. Gəlin baxaq görək nə aldıq. Deməli, sinus kvadrat 7x ilə kosinus kvadrat 7x-in cəmi bizə 1 verir. Sinus kvadrat 20x ilə kosinus kvadrat 20x-in cəmi də bizə 1 verir. 2 sinus 7x sinus 20 və 2 kosinus 7x kosinus 20x. Bu ifadələrin hər ikisi mənfidir. Mənfi 2-ni mötərizə xaricinə çıxartsaq, bu ifadələrin açılışı belə olacaqdır. Kosinus 7x çıxaq 20x və yaxud 20x çıxaq 7x də yaza bilərik. Onsuz da kosinus mənfini olacaq. Birləri toplasaq 2, çıxılsın 2. Kosinus 7x-dən 20x çıxanda mənfi 13x qalır. Ancaq kosinus mənfini udduğuna görə müsbət 13x yaza bilərik. 2 çıxılsın 2 vuraq. Kosinus 13x-in qiymətini bizə özləri verib uşaqlar. Pi bölü 3-dür. İndi isə hesablayaq. 2 çıxılsın 2 vuraq. Kosinus eləyir 60 dərəcə. 183-ə böldükdə. Kosinus 60 dərəcədə qiyməti 2-də 1-dir. 2-lər ixtisar gedir. 2 çıxılsın 1. Cavab olur 1. 64-cü sualda cavabımız olur 1. Aha. Deməli, 65 tipli də suallarımızdan işləmişik. Gəlin 66-ya baxaq. 66 uyğunluqdur. Uyğunluqlara gəldik, çatdıq. Aha, düşünürəm ki, rahat uyğunluqdur. Sizin üçün də rahat olacaq. Deməli, belə. Sinus 63, kosinus 27, kosinus 63, sinus 27. Uşaqlar, bu sinusun açılış düsturudur. Sinus 63 ilə 27-ni toplayırsınız. Olur, deməli, sinus 90 dərəcə. Sinus 90 dərəcədə də qiyməti 1-ə bərabərdir. Yəni, 1 olur C. Bir dəqiqə. Düzəldək. 1 olur C. Sonra ikinciyə baxaq. Kosinusların açılışıdır. Kosinusda işarənin tərsinə yazırsınız həmişə. 32 üstə gəl 28. Yəni, orada çıxaq yazılanda siz toplama yazın. Kosinus 60 dərəcə eləyir. Kosinus 60 dərəcədəki qiyməti 2-də 1, 0,5-dir. Yəni, D bəndi 2-dir. Üçüncü, uşaqlar, tangensin açılışıdır. Sadəcə burada, deməli, tangens 27, üstə gəl, tangens 18 yazılıb, düzdürmü? Deməli, baxaq, olur bizdə tangens 45 dərəcə. Tangens 45 dərəcədəki qiyməti 1-ə bərabərdir. Burada, uşaqlar, görürsünüz, məxrəcdə ifadənin yeri dəyişik verilibdir. Bu deməkdir ki, biz qarşıya bir mənfi atmalıyıq. Yəni, mənfi 1, Y bəndi olacaqdır. 1C, 2D, 3C, Y.
67-ci sual eynisidir. Gəlin ətraflı suallarımızdan bir neçəsinə baxaq. 68. Lüfəmizi təmizləyək. Deməli bizə belə bir ifadə verilib. Gəlin açmaqla başlayaq da uşaqlar. Açaraq yazsaq, mənə elə gəlir ki, ifadə sadələşəcəkdir. Kotangensi vurub aça da bilərik. Burada kotangensi baxım görün vurub açsaq bir şey verərmi bizə? Gəlin mötərizənin içini sadələşdirməklə başlayaq. Tangens alfanın yerinə sinus alfa bölək kosinus alfa çıxılsın. Tangens betanın yerinə sinus beta kosinus beta yazıram. Sadələşdirsək, məxrəcimiz olur kosinus alfa, kosinus beta. Sürətimiz isə olur sinus alfa, kosinus beta. Çıxılsın kosinus alfa, sinus beta. Bax, belə bir ifadə aldıq. Bunun da sürəti bizə uşaqlar sinus alfa çıxılsın beta ifadəsini verir. Məxrəcimiz də kosinus alfa, kosinus beta şəklində qalır. Baxaq digər tərəfə. Digər tərəfdə tangens alfa vuraq tangens beta var. Və bunun qarşısında vurulsun kotangens alfa çıxılsın beta ifadəsi var uşaqlar. Kotangens alfa çıxaq beta ifadəsini də sadələşdirə bilərik. Düşünürəm ki, onu bax belə yazaq. Kotangensin yerinə uşaqlar kosinus alfa çıxaq beta bölək sinus alfa çıxaq beta yazmaq mümkündür, düzdür? Bu zaman sinus alfa çıxaq betalar ixtisar gedəcək. Və sürətdə belə bir ifadə qalır. Kosinus alfa çıxaq beta, məxrəcdə isə kosinus alfa vuraq kosinus beta. Baxın, biz ilk hissəni, baxın buradakı bu hissəni artıq sadələşdirdik. Keçid alaq ikinci hissəmizə. Tangens alfa vuraq tangens beta hissəsinə. Deməli, tangens alfanın yerinə yazırıq sinus alfa bölək kosinus alfa. Vurulsun tangens betanın yerinə sinus beta bölək kosinus beta. Bax, belə bir ifadə aldıq. Bu ikinci hissəmizdir. Üçüncü hissemizə baxaq. Kotangensin tangensə nisbətidir. Kotangensin yerinə yazırıq kosinus alfa bölək sinus alfa. Məxrəcdə isə tangensin yerinə sinus alfa bölünsün kosinus alfa yazdıq. Məxrəclərimiz olur sinus kvadrat alfa, sürət isə kosinus kvadrat alfa. Bu verilmiş ifadələri indi biz bir-birləri ilə toplamalıyıq. Birazca gözləyin, balacalandırım. Biraz əlimdən gəldiyi qədər kiçiltməyə çalışdım, yuxarı hissəni kiçildə bilmədim. İndi uşaqlar, gəlin görək nə edirik. Bu verilmiş ifadələri olduğu kimi yazıram. Yəni cavablarını, sadələşdirdiyimiz hissələrin cavablarını. Birinci kəsrimizi belə almışdıq. Bunu da qırmızı ilə yox, gəlin qara ilə yazaq. Kosinus alfa, kosinus beta. Sürətdə isə bu kosinus alfa çıxaq betanın ifadəsini sadələşdirirəm. Kosinus alfa, kosinus beta, üstə gəl sinus alfa, sinus beta şəklində. Bizim birinci kəsrimiz. Çıxılsın, ikinci kəsri köçürdürəm. İkinci kəsrin cavabı da belə idi. Sinus alfa, sinus beta. Məxrəci isə kosinus alfa, kosinus beta. Sonra üstə gəl, üçüncü kəsrin cavabını köçürdürəm. Kosinus kvadratı alfa bölünsün sinus kvadratı alfa şəklində. Uşaqlar, birinci və ikinci kəsrin məxrəcləri eynidir. Olduğu kimi yazıram. Sonra baxıram ki, məxrəclər eynidirsə, mən sürətləri toplayıb çıxa bilərəm. Burada sinus alfa betalarımız biri müsbət, biri mənfi olduqlarına görə islah gedir. Və sürətdə də belə bir fayda qalır. Kosinus alfa, kosinus beta. Üstə gəl, kosinus kvadratı alfa bölək sinus kvadratı alfa. Uşaqlar, bu ifadələr də ixtisar gedir və qalır 1 üstə gəl, kosinus kvadratı alfa bölək sinus kvadratı alfa. Düzdür? Bərabər, məxrəc olduğu kimi qalır. Bircə dəqiqə yerləşdirməyə çalışım. Bu hissəni də biraz da görüm, kiçildə bilsəm, yaxşı olar. Ki, yerimiz çatsın. Deməli, məxrəcimiz olur bərabərdir burada. Sinus kvadratı alfa. Sürətimiz isə sinus kvadratı alfa, sinusu 1-ə vururam. Üstə gəl, kosinus kvadratı alfa şəklində olur. Və sinus kvadratından kosinus kvadratını toplayanda 1 verir əsas trigonometrik yeniliyə görə. Məxrəcimiz də olur sinus kvadrat alfa. Baxın, neçənci sualdır bu? 68. 68-ci sualda cavabımız 1 bölək sinus kvadratı alfa olur. Sual hədsiz uzundur. Yəni, belə deyim də, bunu yazmaq üçün rahat, böyük lövhədə geniş-geniş yazmaq lazımdır. Burada biraz təəssüf ki, yerim o qədər
Geniş değil. Cavab 1 bölünsün sinus kvadratı alfadır. Və biraz da belə planşetlə yazanda adam daha çox əziyyət çəkir. Əlimdən gəldiyi qədər yerləşdirməyə çalışdım. Gəlin, baxaq növbəti suala. Hər birini ayrı-ayrılıqda açdım, sadələşdirdim. Sonra üstə gəlmə çıxmanı yazanda onsuz da özləri getdilər. Gedək 70-ci suala. 70-də nə deyir? Deməli, bucağın daxili alfa və beta bucaqları üçün tangens alfanı, kotangens betanı verir. Onun üçüncü bucağını, dərəcə ölçüsünü də bizdən soruşur. Uşaqlar, bucağın daxili bucaqları tutalım ki, alfa, beta və qammadır, düzdür? Bunları topladıqda cəm 180 dərəcə verməlidir. Biz qammanı axtarsaq, 180-dən alfa plus betanı çıxmalıyıq. Hər tərəfi gəlin tangensliyək. Tutalım ki, tangensliyəm hər birini. Hər tərəfə yazıram tangens. Və bu tərəfə də yazıram tangens. Mötərizə də yazaq. Uşaqlar, tangens qamma nəyə bərabərdir? Tangens 180 dərəcədə adını dəyişmir. Tangens olaraq qalır. Alfa plus beta. Sadəcə ikinci rübə düşdüyünə görə qarşıya bir mənfi gəlməlidir. Deməli, biz tangens alfa üstəgəl betanı axtarırıq. Tangens alfa üstəgəl tangens beta bölünsün. 1 çıxılsın tangens alfa vuraq tangens beta. Düzdürmü? Bunun açılışıdır. Qarşıdakı mənfini sonra nəzərə alarıq. Uşaqlar, tangens alfa gördüyüm yerə 4də 1 yazıram. Tangens betanı isə nə edirəm uşaqlar? Tangens beta kotangens betanın tərsi deməkdir. Yəni 5də 3-dür. Tangens beta gördüyüm yerlərə 5də 3 yazacağım. 5də 3. 1 çıxılsın, 4də 1 vurulsun, 5də 3. Sürətimiz əkob eləyirik. 20. 20-də neçə olacaq? 5, 12, 17 olmalıdır. Məxrəcimiz isə 4də 1-i 5də 3-ə birinci vururam, 20-də 3 eləyir. 1-dən 20-də 3-ü çıxıram uşaqlar. O da 20-də 17 eləyir. İxtisar gedir, 1 qalır. Bu əlavə yazdıqlarımızı silirəm. Tangens betanın 5də 3 olduğunu artıq özünüz də bildiniz. Bu 20-də 3-ü də silək. Deməli, tangens qamma nəyə bərabər idi uşaqlar? Tangens qamma bərabərdir. Mənfi tangens alfa plus betaya. Alfa plus betanın da qiymətini 1 tapdıq. Tangens qammamız mənfi 1-ə bərabərdir. Bəs mənfi 1-i tangens neçə dərəcədə alırdı? 135 dərəcədə alırdı. Bu tipli sual bir neçə dəfə artıq işlədik 70-ci sual tipində. Tangens qammanın mənfi 1 alındığı. Artıq hətta deyərdim, demək olar 3-cü sualdır ki, cavabı 135 dərəcə çıxır mənfi 1 olandan sonra. Keçid alaq növbəti tərəfdəki suallarımıza. Suallar demək olar hamısı bir-birinin bənzəridir. 71 də bu sualın tayıdır. Gəlin 72-ci sualımıza baxaq. Baxın bu şəkildə. 72. Biraz daha böyüdək səhifəmizi. 72-ci sualla davam edirik. Deməli, tangens alfa və beta tənliyin kökləri olarsa. Uşaqlar, Vietə görə biz bilirik ki, tangens alfa üstəgəl tangens beta bərabərdir. Yəni, tənliyin köklər cəmi əks işarəli ikinci əmsala bərabərdir. 2 kök adda 5-ə. Hasili isə, yəni tangens alfa vurulsun tangens beta sərbəst həddə 2-yə bərabərdir. Sürətdə tangens alfa plus beta verilibdir. Birbaşa qiymətlərini yerinə yazıram. Sürətimiz olur 2 kök adda 5. Məxrəc isə 1 çıxılsın. Tangens alfa betanın qiyməti 2-dir. 2 kök adda 5. Məxrəcimiz olur mənfi 1. Mənfi 2 kök adda 5 deməkdir. Uşaqlar, bizə deyir ki, tangens alfa üstəgəl beta bölünsün 2 ifadəsinin qiymətini tapın, düzdür? Biz sürəti hesabladıq. Mənfi 2 kök adda 5-dir. Məxrəcimiz də 2-dir. 2-lərimiz ixtisar gedir. Mənfi kök adda 5 alırıq. Açıq sualdır. Deməli, ətraflı suallarda bu tipli cavablar olur. Mənfi kök adda 5. Bax belə. Keçid alaq. 73 eynisidir. 74-cü sualla davam eləyək. Lüfəmizi təmizləyim. 74. Deməli, bizə bir kub verilibdir və bu kubu əsasən tangens alfa plus betanı tapmalıyıq. Tangens alfa plus betanı tapmaq üçün mən ilk öncə tangens alfanı və tangens betanı tapmalıyam. Gəlin, şəklə əsasən tapaq. Mən bacardığım qədər şəkli yaxınlaşdırmağa çalışacağım indi. Tangens alfanın, uşaqlar, bucağını, baxın, bu alfanı keçirdirəm bura. Alfa sanki buradadır. Tangens qarşı katetin, baxın görürsünüz, 1, 2, 3 və 4. 4 damadır. Qarşı katetimiz 4 damadır. Bitişik katetə nisbətidir. Bitişik katet də buradır.
Görürsünüz, 1 damadır. 1 burada, 4 də bütünlüdür. 4-ün 1-ə nisbəti 4 şəklindədir. Tangens alfamız 4. Gəlin tangens betanı tapaq. Uşaqlar, tangens betanı da sürüşdürürəm, baxın bura. Bu da bizim tangens beta bucağımızdır. Tangens beta qarşı kateti gəlin sayaq. 1, 2 və bu hissədə 3. 3-ün bitişik katetdə buradır. 1. 3-ün 1-ə nisbəti, yəni 3 şəklindədir. İndi tangens alfa plus betanın açılış düsturunu yazaq. Bugün nə qədər tangensə aid misal işlədik uşaqlar. Demək olar, hamısı tangensə aid idi bu düstura. Əsasən çoxlu düsturlar yazdıq, çoxlu misallar yazdıq. Qiymətləri yerinə qoyaq. Tangens alfa gördüyüm yerlərə deməli 4 yazmalıyam. Üstə gəl, betaların yerinə də 3. 1 çıxaq, 4 vuraq, 3. Kəsirli qalacaq deyəsən. Sürət 7. Məxrəc isə 1 çıxılsın 12. Yəni mənfi 11 eləyir uşaqlar. Cavab olur mənfi 11-dən 7. Bax belə. Sualı biraz uzaqlaşdıraq. 74-cü sualda cavabımız olur mənfi 11-də 7. Keçid alırıq 75-ci və nəhayət ki, sonuncu suala. Suallar çox uzun idi və yorucuydu. 75. Sadəcə mən bölüşdürmək istəmədim. İstədim hamısı birlikdə olsun suallarım. Gəlin baxaq. Deməli, sinus alfa beta cəmini m, kosinusu isə n-dən işarə eləyib. Kosinus alfa çıxılsın beta ifadəsinin bizdən qiymətini soruşur. Uşaqlar, bu tipli sual işləmişdik. Burada nə etmək lazımdır? Hər birini ayrı-ayrılıqda mötərizəyə alırıq, kvadrata yüksəldirik. Bu tərəfi də mötərizəyə alırsınız və kvadrata yüksəldirsiniz. Gəlin açaq. Birincinin kvadratı olur sinus kvadratı alfa. Üstə gəl hasilinin 2 qatı 2 sinus alfa sinus beta. Üstə gəl ikincinin kvadratı sinus kvadratı beta bərabər m kvadratına. İkinci tərəfi də açaq. Kosinus kvadratı alfa. Üstə gəl 2 kosinus alfa kosinus beta. Üstə gəl kosinus kvadratı beta bərabərdir m kvadratına. Uşaqlar, tərəf-tərəfə toplasaq nə alarıq? Sinus kvadrat, kosinus kvadrat cəmi 1. Bu cəm də bizə 1 verər. Baxın, görürsünüz, hər biri 1-dir. Bu birləri toplayıram, olur 2. Üstə gəl, bu ifadələrdən isə 2-ni mötərizə xaricinə çıxardıb, tərəf-tərəfə toplasam, kosinusun açılış düsturunu verər mənə. Kosinus alfa çıxaq beta toplama düsturunu. Bərabər m kvadrat və n kvadratını da toplayıram. M kvadrat üstə gəl, n kvadrat. Uşaqlar, bu 2-ni göndərək m kvadratının yanına. 2 kosinus alfa çıxılsın beta bərabər. Deməli, m kvadrat üstə gəl n kvadrat. Müsbət 2 keçdi, oldu çıxaq 2. Kosinus alfa çıxaq betanı tapmaq istəsək, yanındakı 2-yə hər tərəfi bölürəm. M kvadrat üstə gəl n kvadrat çıxaq 2 bölünsün 2. Bu şəkildə belə bir ifadə alırıq. Cavabımız belə budur. Uşaqlar, m kvadrat üstə gəl n kvadrat çıxaq 2 bölünsün 2. Və bununla da 75-ci sualla biz bu bölməni yekunlaşdırdıq. Növbəti bölmələrin izahlarında inşallah görüşərik. Ümid edirəm ki, sizlər də bəyənərsiniz. Bəyəndinizsə, necə deyərlər, kanala abunə olmağı unutmayın. Sağ olun, sağlıqla qalın.